Amma metamorfoz təlimi bir növ özünü və ətrafını görmək qabiliyyətini yaradır. Çarx bir həyat çarxı kimidir. Hər dəfə oyuna düşəndə siz fərqli bir rola düşəcəksiniz. Mən həmişə belə baxmışam, mən belə görmüşəm, mən düzəm, mən haqlıyam. Zahid müəllimin köməyi ilə mən belə baxmağa başlamışam. Değerli dostlar, bugün burada hər birinizi görməyə çox məmnunum. Bugün burada sizinlə birgə olmaq və sizinlə bərabər vaxt keçirmək bizim için çox xoşdur. Sizin də icazənizlə Zahid müəllimi səhnəyə dəvət edərdik. Zahid müəllim zəhmət olmasa buyurardınız. Hamınızı xoş gördük, çox sağ olun gəldiniz, bizi bir dəvət qəbul elədiniz. Biraz auditoriyamızda belə ortada yaxşı bir ağacımız var, onun üçün belə... Buyur, otur. Bugün yığışmağımızın məqsədi bizim gələn illə bağlı olan layihələrimiz barəsindədir və gələn ilin proyektləri barəsində olacaq, amma bunlar bağlı istədim sizə də bir təqdimat eləyək, bir yerdə bir müzakirə eləyək, həm bunların lazımlılığı, həm bunlarla bağlı digər elementlərin üzərindən. Birinci, nədən başlamaq istəyirəm? İstəyirəm, biraz sizin problemlərdən başlayayım, nətər deyirlər. Ümumiyyətlə, biz keçən il transformasiya təlimi keçdik, keçən deyəndə bu il. Və o təlimdən sonra düşünürəm ki, mən özüm də bir təlimləndirmə sektorunda bir yeni etapa çıxdım və maraqlı bir çevriliş hiss elədim. Birinci məsələni nəyə gətirirəm? Əslində, orta hesabla bilirsiniz ki, mənim ətrafımda olan kəslər 30 üzəridir də, 40 əsasən olur hətta. Və götürsək ki, biz ömrü boyu öyrənmişik, amma gəlmişik, bir dövrə çatmışıq, yenə bilgi var, hər şey var, amma nəyisə tamamlaya bilmirik. Nəsə tam şəkildə işimizin qurulmasında bir çətinlik yaşayırıq. Mən bu ilki analizimdən və araşdırmamdan sonra məlum oldu ki, əslində insanların həyatda bir inkişafında bir keçid mərhələləri var. Bunların bir hissəsini biz bilgi ilə gələ bilirik. Amma ondan o tərəfə şuur inkişafı keçməsə, o keçidi eləmək çətindir. Həmən o şuur inkişafının edilmə texnikaları da əslində mexanizm olaraq müxtəlifdir. Biz bunun metodunu araşdıranda Sokratacan getdik, çıxdıq ki, sən demə, vaxtında bunlar hamısı bu keçidləri etmişdirlər deyənə həyata baxış tərzləri dəyişibdir. Və mən çox sevinirəm ki, əslində bu transformasiya
tipli təlim mexanizmləri hansı ki biz formalaşdıra bildik, bizə uyğunlaşdıra bildik, Azərbaycan üçün yarandı. Çünki indi düşünürəm uşaqlar da indi təlimdə olmuşlar, sonradan bu məsələlərin içərisinə daxil olanlar bu barədə öz fikirlərini də yəqin ki deyəcəklər və sizin üçün maraqlı ola bilər. Mən Albert Einsteynin bir sözü ilə istədim başlayaq. Albert Einstein deyir ki, problemləri onlara yaratdığımız düşüncə səviyyəsində həll edə bilmərik. Bizim çox vaxtı biz gördüyümüz və gəlib çatdığımız bir müstəvi var da, bilgi müstəvisi var deyək. Hansı ilə ki, biz o ilə artıq düşünürük ki, bu çərçivədə biz bilirik nəyi nətər eləmək lazım, necə eləmək lazımdır. Amma nədənsə həmən məsələlər orada həll eləyə bilmirik. Əslində, bu düşüncənin biraz dərin gedəndə aydın olur ki, biz əslində müstəvimizi dəyişməliyik. O müstəvi dəyişiləndə artıq görmə radiusumuz qalxır. Bilirsiniz nəyə oxşuyur? Bugün bir 5 yaşında, nə bilim, bir 10 yaşındakı bir uşağın hərəkəti bizim üçün aydındır da. Biz o dövrü keçmişik. Məktəb barədə kimə danışsaq bu dəqiqə, yəni sizlərdən çox qəşəng bilirsiniz ki, məktəbdə texnikalar nədir, uşaqlar necə bambit eləyir, onu necə cavab vermək lazımdır və s. və s. və s. Niyə görə? Biz onu yaşamışıq. Bizim üçün o səviyyə artıq keçilmiş səviyyədir və bizim müstəvimiz oradan yuxarıdadır. Və bugün həyatımızdakı olan məsələlərdə bizim sadəcə yuxarı müstəvidə ola bilməməyimizdən başımıza gəlir. Baxırıq ki, digərlərində o problem yoxdur. Nəsə onlarda daha fərqli bir problemlər və məsələlər üzərində düşünürlər. Ona görə də belə bir səviyyə dəyişikliyinin edilməsi mümkünlüyünü yarada bilən bir təlimlərə deyək, ehtiyacımız var. Və düşünürük ki, bizim bu işarə, metamorfoz və kimlik təlimləri bu hissədə bu məsələni tamamlayır. Mən istəyərdim bir də növbəti slayda keçək, əgər ekran yenə oynamasa. Akovdan bir misal gətirmişəm burada. Akov, yəqin ki, Akov barədə bilirsiniz, bu biznesmin idarə etmənin ümumiyyətlə əsaslarından quran şəxslərdən sayılır. Onun bir kitabında bir maraqlı fikir vardı. Deyir ki, turbulent mühitdə tapa biləcəyiniz yeganə tarazlıq üsulu dinamik tarazlıqdır. Hansı ki, təyyarənin fırtına mühitində əldə etdiyi tarazlığa oxşayır. Yəni, faktiki olaraq bugün həyatda biz keçidlər elədikcə çalışırıq ki, bir stabilləşmə quraq. Bugün bir alverimiz bir məqamda, bazarda bir tuta bilirik, düşünürük ki, bu həmişə olacaq. Həyatda insan bir növ baxışı, bir növ çalışır ki, həmişə bir standarta geçsin, bir o Himalay dağının möhkəmliyini düzəldəcək bir mühitə çıxsın. Amma həyat dəyişkəndir. Biz Adizezlə o vaxtı oxuyanda maraqlı bir şey deyirdi. İçqaq Adizez deyir ki, mənim babam həyatında bir dəfə həyatı əhəmiyyətli qərar verir. Deyir, mən həyatımda bir 4-5 dəfə o qərarı vermişəm. Deyir, övladlarım bir 10 dəfə, 15 dəfə verəcək. Yəni, həyatın sürəti get-gedə artır və bu sürətdə biz tarazlıq axtaranda faktiki olaraq həmən o tarazlıq itirilən tarazlıqdır, çünki həyat sürətlidir. Və bizim tapa biləcəyimiz yeganə tarazlıq mühiti varsa, o da nətər deyərlər, bu dinamik tarazlıq mühitidir, hansının ki barəsində Akov öz fikirlərini bildirmişdi. Yəni, bu dinamik tarazlığın barəsində ümumiyyətlə kimsə əgər bir söz demək istəsə, mən qulaq asaram, yəni fikirlərinizi dinləməyə hazıram. Mənim aləmimdə bu sistemli təfəkkürün formalaşması münasibətində oldu. Yəni, sistemli təfəkkürün formalaşması bir növ həmən o tarazlığı sənə göstərə bilir. Çünki həm yaxına, həm uzağı bir anda görə bilmək qabiliyyətidir. Və bu, məhz bu transformasiya tipli, hansı ki bizim bu işarə və kimlik təlimləri var, onlar bu düşüncə tərzinin yaradılmasına çox böyük bir köməyi oldu. Bizim hazırda bu şəxsi transformasiya ilə bağlı 3 təlimimiz var. Bu təlimlər ildə cəmi bir dəfə keçəcək. Bu təlimlər haqqında bugün birinci hissədə danışacağıq. İkinci hissə menecment, 10x adında menecment kursları hazırda formalaşdırmışıq, onun barəsindədir. Bu təlimlərdə 3 hissəlidir, gördüyünüz kimi. İşarə, kimlik və metamorfoz. Mən istəyirəm, burada bir dənə bizim transformasiya təlimindən bir video qoyaq. O barədə bir baxın, yəni əslində təlimin bir daxilinin bir gününün çəkilişini keçirilmişdir. İndi sonra biz o barədə dinləyəcəyik. İşıqlar söndürərsiniz.
İşarə transformasiya təliminin əslində bu keçən təlimin günlərindən birinin çəkilişi idi bu. Bunu çox sağ olsun Xəyal müəllimgilin komandası eləmişdi. Təlim barədə məndən soruşsaz bir söz deyəcəm. Düşünürəm ki, təlim barədə keçənlərdən soruşsaz başqa sözlər deyəcəklər. Çünki təlimin formatı çox qeyri-adidir. Çünki təlim təkcə nəyisə öyrətməkdən çox şuur səviyyəsində dəyişikliyə təsir eləmək üçündür. İşarə sözünün özünün mənası var. Bizdə indi Rəhman müəllim yaxşıdır. Deyir, təlimdən sonra işarələri anlamağa başlamışam. İndi özdə çıxışı olsa o barədə düşünürəm daha ətraflı məlumat verər. Hazırda əslində bizdə təlimin adı transformasiya idi. Bu il onun adına işarə sözünü gətirdik. İşarə sözünün hər hərfinin öz mənası var. Düşünürəm ki, bizim təlimin bəlkə də həmən o mənada açılmasına çox yaxşı başa düşülməsinə kömək elə bilər. İdraçdır. Şuurdur. A aydınlaşmadır. Rahatlıqdır. Ə isə nə deyim? Əlaqə. İşarə sözünün düşündük ki, tərkibi bizim transformasiya təlimindəki verilə bilən o keçidləri verə bilir. Ona görə bu sözdən istifadə elədik. Yəni, idrac, şuur, aydınlaşma, rahatlıq və əlaqə sözünün vəhdəti olaraq görə bilirik. İndi mən bizim bu slayddan sonra təlim barəsindəki təlimi keçmiş şəxslərin bizim bir videomuz var. Orada dinləyərik, ona baxarıq. Təlimin xüsusiyyəti barəsində soruşsaz deyə bilərəm ki, bu təlim bir həyatın sıxılmış formatıdır. Yəni 5 gün ərzində siz bir həyat keçirsiniz. Hansında ki, mən həmişə deyirəm, bir təlimə qədər, bir də təlimdən sonraki həyat dəyişir. İstəyirəm bir video ilə biz baxaq. Elə bilirdim ki, mən nələrsə bilirəm, həmin təlimə qədər. Çıxıb getmək istəyirdim, 5-6 saatı. Mən o təlimin bitməsini istəmirdim. Amma 3-cü günün sonunda hevslənirdim ki, 2 gün qalıb təlimin bitməyinə. Özümü səndən aşağı tutsam, özümü alçaldıram. Amma sənin üstün tutsan özümdə, səni ucaldıram. Bunlar fərqli-fərqli şeylərdir və bir xətt var ortada, qızıl xətt deyildir. Təlim necə söz verilmişdisə, elə də olmuşdu. Yəni, həqiqətən də məndə o transformasiya hissi baş vermişdi. Çox böyük dəyişikliklər olmuşdu. Danışmaq var, eşitmək var, görmək var, baxmaq var. Onların arasındakı fərqi söz olaraq yox, həqiqət olaraq anlamağa başladım. Təlimdən sonra artıq çalışıram ki, insanlarla daha səmimi olam. Sual verirlər ki, bu təlim sənə nə qatdı? Bunu sözlə demək olmur. Bunu yaşamaqla bilərsin. Egonuzu öldürün ki, əsl kimliyiniz üzə çıxsın. Təlimi bir səma kimi görürəm. Çünki güzgü belədir ki, yalnız keçib baxıb çıxıb gedirik. Səmanı hər gün görürük. Mən o təlimi hər gün görürüm. İndi kənara baxıram, orada əslində başqa cür başa düşürəm hər şeyi. İndi mənə qəribə gəlir o kino. Hətta ata-ana belə bunu sənə deyə bilməyəcək ki, sənin səhvin hardadır. Transformasiya təlimi həqiqətən də mənim ətrafıma da təsir elədi. Təlimdən sonra bir 3 gün mən o vəziyyətdə oldum. Artıq 3-cü gündən etibarən bu təkmilləşməyə, aqilləşməyə başladı, gözəlləşməyə başladı proses. Hətta Zahid müəllim özü bildirirdi ki, enerji gələcək, enerji olacaq. Yəni onlar doğrudan 3 gün mənə yad idi. Sakit durub müşahidə eləməklə tanış oldum. Həyatımda ki, belə bir şeylər var, bunu özündə inkişaf etdirə bilərsən. Və özümü onun yerinə qoydum. Fikirləşdim ki, bugün bir övlad itirsəm necə olaram? Ən çox mənə elə gəlir ki, faktla fikri ayıra bilirəm indi, orada da öyrəndim. Yəni 4-cü gün mən təlimdən çıxandan sonra 4-5 saat ağlamışam, dayanmadan ağlamışam özdə. İlk baxışdan ümumiyyətlə təsiri olmayan bir hal idi də, bir video idi də ki, aklına gəlir gülməli bir şey, mənasız bir şeydir ki. Amma bu təlimin təsirindən biridir deyərdim ki, hansı ki ilk baxışdan mənasız bir şeydən özüm üçün dərin bir məna tapdım, özümü gördüm orada. Əslində, bayaqki uşaqların danışdığında görsəz, bayaq sizə bir video qoymuşdum. Kim oradan hansı işarəni gördüsə, yəni o bizim düşünürəm ki, transformasiya təlimindən sonra həyatdan aldığımız informasiyanın formatı dəyişir. Çünki əgər diqqət eləsəz, bir biznesmen olmaq məhz hamının görə bilmədiyini görə bilmək qabiliyyətidir. Və transformasiya təlimi bu keçiddə çox böyük bir dəstək verir, düşünürəm, insanlara həmin o bilgiləri mənimsəmək üçün. Kimlik təlimi oldu. Əslində, kimlik təlimi bir, düşünürəm, belə
o nətərdir, o təbii yolla alınmış bir təlim oldu. Bizim transformasiya təlimindən sonra bir keçid yaşayır insanlar. O bir 2 aya qədər çəkən bir şeydir. İndi bizim indi çıxışlar vaxtı olacaq. Yəqin ki, iştirakçılar onlar barədə öz fikirlərini deyərlər. Və bir məqamda mən başa düşdüm ki, bunu bir tamamlayan bir təlim lazımdır. Hansında ki, insan özünün kimliyini tapa bilsin. Bəlkə də bizim həyatımızın ən vacib sualı budur da, mən kiməm? Nə bilim, mən 15 yaşından bəri deyirdim, mən kiməm? Axtarışında olmuşam. Yəqin ki, siz də mənim kimi. Məsələ ondaydı ki, bu kimlik təlimində biz bu düşünürəm ki, etapa yaxşı yaxınlaşa bildik. Mən özüm üçün belə, indi iştirakçılar hərəsi öz payını aldı, mənim özüm öz payımı almışdım, yəni şey çıxmasın. Kimlik təlimi şəxsin olduğu sistemə təsir gücünü göstərir. Bilirsiniz, bir növ bayaqdan biz hadisələri görmək və s. danışırıq. Bu bir sistemləri görmək qabiliyyətidir. Əgər diqqət eləsəz, kosmosda nə bilim günəş sistemi var, yer kürəsinin özü də bir sistemdir. Biraz dərin düşsəniz, nə bir dövlət sistemi var. Hər şirkətin daxili bir sistemdir. İnsanın özü bir sistemdir. Və sistemləri görmək qabiliyyəti sizcə nə boyda bir mühit aça bilər bizə? Və bununla belə sizin olduğunuz sistemi görmək qabiliyyəti sizi nə qədər aça bilər? Yəni, düşünürəm ki, o kimlik təlimi məhz o kulminasiya nöqtəsi idi. O bizim bu transformativ təlim daxilində və təsirini, yəni indi iştirakçılar özləri də ifadə eləyərlər. Burada bu Jacques Wells'in yaxşı bir fikri var idi. Düşündüm ki, bəlkə də bizim təlimə ən yaxşı ifadə eləyən sözlərdən biri bu olardı. Dəyişiklik küləyi əsərkən kimlərsə divar inşa edir, kimlərsə külək dəyirmanı. Yəni, bu etapda o sistemləri görmək qabiliyyəti bizim nəticədə o gələcək hadisələri bir növ nizamlamaq gücümüzə də gətirə bilən bir şeydir. Metamorfoz, bu 3 təlim, bunlar bayaq dediyim kimi şəxsi transformasiyanın keçidinin təlimləridir və bunlar ildə cəmi bir dəfə keçəcək və bu təlimlər bir-birinə çox yaxındırlar. O mənada ki, birinin verdiyi digərini daha gücləndirir. Metamorfoz təlimi biz əslində mənim daha əvvəllər də keçdiyim bir təlim idi. Amma bu transformativ mexanizmin tətbiqindən sonra o təlimin öz modeli belə dəyişdi. Bilirsiniz, mən çox sahibkarlarla işləmişəm və işləyirəm. Gördüyüm bir dənə çox vacib bir şey var. O kəslər müdrik saliki olan insanları tanımağa başlayır. İnsanları oxuya bilir. Biz sahibkar belə o vaxtı böyüyə bilir ki, əlinin altındakı instrument nədir? Rəhbəri. İnsan. Yəni, biz fəhli olanda əlimizdə bir lapatka var idisə, bugün idarə edən deyiriksə özümüzə, bizim idarə elədiyimiz nədir? Kompüter deyil, insandır. O insanı tanımamış onu necə idarə edə bilərik? Və metamorfoz təlimi bir növ özünü və ətrafını görmək qabiliyyətini yaradır. Yəni, bu kimlik, daha doğrusu transformasiya təlimindən sonra metamorfozu biz bu il belə elədik də, transformasiya keçdi, sonra həmən uşaqlar gəldilər metamorfoza. Düşünürəm o oxumaq, indi kimsə öz nətə edirlər, o fərasətini göstərmək istəsə, Xəyal müəllim o gün deyirdi ki, mən istəyirəm orada bir kəsləri tanıyım. Dedim, bax da, eləyə bilirsənsə. Yəni, metamorfoz təliminin xüsusiyyəti bir növ ətrafını, şəxsin modelini, həyatdakı şəxslərin dünənə qədər sənə vurduğu ağrıda belə rahatlayırsan. Çünki faktiki olaraq kimlərdirsə bir hərəkətlərində mənasızlıq gördüyün yerdə məna görməyə başlayırsan. Və başa düşürsən ki, niyə o elə olmalıdır? O ağrıdan rahatlamaqdır. Bizim təlimi keçənlərin həmişə birinci sözü ondaydı ki, mənim gərginliyim, stresim azaldı. Çünki bilirsiniz, biz stres nədən düşürük? Başa düşmürük, ondan düşürük. Niyə bu belədir? Bu belə olmalı deyil, misal üçün. Yəni, nə bilim orada hansısa hadisə baş verir, o hadisənin səbəbini, kökünü görmürük. Ona görə bizdə stres başa verir. Amma oxumaq qabiliyyətin gələndə sən ki, o hadisələri görməyə başlayırsan, başa düşürsən nə, hara, necə gedir. Sən başa düşürsən ki, o ayın yer kürəsinə o suyu təsir eləməyi ki, 2 dəfə düşür qalxır, bu təbii hadisədir, bu belə olmalıdır. Yəni, sən buna bir əks çıxacağın, yəni aya əks çıxası deyilsən. Ona görə də baxış radiusuna düşünürəm, çox maraqlı təsir edir. Bu ilki metamorfoz təlimindən sonra uşaqların bir tədbirdə çıxışımız oldu, belə yığışmamız olmuşdu. Orada da yenə Xəyal müəllim öz fərasətini nətər deyirlər göstərdi və bir video çarx çəkib.
bizim iştirakçıların təlim barəsində fikirlərini, bu mənim fikirlərim deyil, onların fikirləridir, yəni deyim biləsiniz. Mən istəyərdim ona da bir dənə baxaq. Həqiqətən də mənim həyatımda, işimdə, ailəmdə böyük bir dəyişikliklərin yaranmasına gətirib çıxardı. Yoldaşım da mən də Zahid müəllim bu təlimdə birlikdə iştirak etdik. İnsanlarla ünsiyyətdə tanıya bilirəm ki, kimlə danışırıq və ona uyğun da hərəkətlər edə bilirik. Birinci insan təbii ki, öz-özündən başlayır da ki, mən görüm məni nə idarə edir, məndə nə çatmır, hansını artırıb azalda bilərəm. Bizə təlimdə öyrətmişdilər ki, bu ünsürlərin üstündə oynamaq olur da, yəni qaydalarla oynamaq olur. İstəsəz hansınsa artırıb azaltmaq öz əlinizdədir. İlk öncə onu deyərdim ki, ömür boyu düşünmüşəm ki, insanlar individualdır. Amma Zahid müəllim bizə bunu deyəndə ki, bu belə deyil. Biz həqiqətən də çox şok yaşadıq burada. Və insanlar konkret olaraq kateqoriyalara bölünüb. Bu kateqoriyaları öyrənmək üçün Zahid müəllim bizə alətlər verdi və düşünürəm ki, bu alətlərlə insanları seçə bilirik. Xoş gəlmirdi. Deyirdim, bu insanlar niyə bunu başa düşmür? Bu hansı addımdır məsələ? Ya bunu niyə tez götürüb eləmir? Bu məsələni götürüb eləmək lazımdır, fikirləşir, ölçü eləyir. Təlimdən sonra başa düşdüm ki, psixotipajına görə hərəkət eləyir insanlar. Müəyyən psixotipajlı insanlar, misal üçün torpaq ünsürlü insanlar çox ölçü eləyir. Bir hərəkətə gəlincə çox analiz eləyirlər. Onların beyin formatı elədir. Misal üçün od ünsürlü insanlar dərhal eləyirlər, fikirlərinə gələn bir məsələni dərhal həyata keçirirlər. Təlimdə öyrəndiyim bu bacarıqları müştərilərlə ünsiyyətdə faydalı istifadə edə bilirəm. İnsanları tanımaq üçün insan beyni, məsələn, mənim şəxsən öz beynim müəyyən bir strukturlu formaya düşməlidir. Yəni, düşüncə tərzi formalaşmalıdır ki, mən hər hansı bir insanı baxanda, ilk dəfə görəndə, ilk 3 saniyədə, 5 saniyədə adamı oxuyum, bu adamın hansı kriteriya üzrə bir insan olduğunu təyin edeyim və ona uyğun bir kommunikasiya formalaşdırım. Öz biznesimdə bu təlimə əsaslanaraq komandamda kommunikasiyamı çox gözəl səviyyəyə gətirib çatdıra bilirəm artıq. Zahid müəllimin təlimində bizə öyrətdiyi şeylərdən əsasən də bu idi ki, müştəri sizin mağazaya nə üçün gəlməlidir? Siz onlar üçün bir səbəb yaratmalısınız ki, müştəri məsələn ki, 50 dənə satıcıdan, 50 dənə mağazindən keçib məhz sizin mağazinizə gəlməlidir. Yəni səbəblər yaratmaq lazımdır. Və onlar hansı səbəblərdir? Bunları Zahid müəllim bizə təlimlərdə öyrətdiyi üçün, biz də onlardan istifadə etdiyimiz üçün biz hiss elədik ki, mağazamızda satışlarımız günü-gündən artır, müştərilərimizin sayı çoxalır. Və bu şuuraltı oturduqdan sonra artıq demək olar ki, sizin üçün həyat rahatlaşır. İnsanlarla kommunikasiya eləmək rahatlaşır. İnsanlarla biznes qurmaq rahatlaşır. İnsanlarla ortaq marağa gəlmək rahatlaşır. İnsanların qəlbini oxumaq rahatlaşır. Həm də ki, insanların sizi aldatma məsələləri minimuma düşür. İnsanlar hər hansı bir sizi ajantaja çəkmə məsələləri minimuma düşür. İnsanların psixotipajları, insanların hərəkətləri öncədən insanların nə edəcəklərini, nə duyğular keçirəcəklərini öyrənmiş olduq. Çox sağ olun. Bu sonraki bir dənə slayda baxardıq, yadımda deyil nə idi orada. Hə, fürsətlər. Əslində istəyirəm, əgər kiminsə bizim təlim keçmiş şəxslərdən bizim təlim barədə bir fikirləri varsa, bizim dostlarla bölüşsünlər. Onlar da o barədə məlumatlı olsun. Buyur Hüseyin. Hər kəs salamlayıram. Müəllimin təlimlərində olmayanlar, yəni mütləq şəkildə olmalıdır. İndicə yazım heç söz veriləcəyini də bilməzdim. Amma insanı qabaqcadan oxuyur gəlməmişdən. Birinci, onun təlimlərdə yarıda getdinsə, ümumiyyətlə həmin təlimə gəlməmisən deməkdir. Yəni, anlayışın belə olmayacaq ki, orada nələr baş verə bilər. Yox, oturub qaldınsa 2 saat, 3 saatdan sonra o təlimi axıra kimi
bitirdinsə, səhəri gün həmin oradakı prosesləri bütün ətrafına danışmaq üçün can atırsan. Yəni belə bir şey mən ikinci yerdə, ikinci bir təlimdə görməmişəm. Yəni dəhşət hər kəsə zəng vurub telefondan deyirdim ki, bu olmalıdır da, bu təlimdə olmalısan. İkinci çox qeyri-adi olmur, amma maraqlı nüans da nədir? Həmin o hadisələri real çılpaqlığı ilə adamlar görür. Məsələn, bir komandanın səhv olduğunu görürsən, amma bu biri komandada isə sən ya təksən ya da 2 nəfərsiz. Heç cürə onların fikirlərinə də təsir eləyə bilmirsən. Kənardan durursan və sonda uduzmağa doğru gedirsən. Çünki onların sayı çoxdur, sənin fikrini isə onlar qəbul eləyə bilmirlər. Yekunda isə insan məğlub olur və uduzur. Amma Zahid müəllimin maraqlı bir həmin o təlimlərdə bizə verdiyi imtiyazlar var idi ki, o imtiyazlar sayəsində biz yenə də qala bilirdik, tam da uduzmurduq. Yəni, o qədər deyə bilmədiyim də fikrimdə olan o qədər şeylər var. Mütləq iştirak eləyə bilməyənlər iştirak eləyin. Yəni, canlı əfsanədir və başqasını görməmişəm bu şəxsdən. Yəni, bu şəxsi ayaqüstə alqışlamaq lazımdır. Çox sağ ol. Mən də hər kəs salamlayıram. Səsim eşidilir, yaxşıdır? Yaxşıdır, əla. Mən də hər kəs salamlayıram burada. Ola bilər kimlərlənsə görüşə bilmədim. İstəyirəm ki, mən də öz fikrimi bildirim. Zahid müəllimlə tanış olduğum hardasa bir 2 il müddətinədir. Elə tanış olduğum müddətdən məndə maraq oyandı. Baxdım ki, bu adamda, bu insanda nə var ki, məndə yoxdur. Ümumiyyətlə, 23 ildən artıqdır ki, mən özüm də, biraz istəyirəm ki, təqdim edeyim. Rəhman Zeynalov, hal-hazırda Besperin Company şirkətinin təsisçisi və direktoruyam. Ondan əvvəl də dünyanın bir çox istiqamətində bu ağır sənaye istehsalat müəssisələrində çox böyük layihələrim olub. Azərbaycanda fəaliyyət göstərdiyim 5 ildir və Zahid müəllimi də tanıdığım üçün həqiqətən çox şadam. Demək, Zahid müəllimlə tanış olandan sonra və qeyd elədiyim kimi hiss elədim ki, bu insanda nə var ki, mən özüm hiss elədim ki, bu insan məndən daha bilgili bir şəxsdir. Və çalışdım ki, insandan yararlanım. Biraz münasibətlərimiz yarandı, Zahid müəllimlə tanış oldum. Zahid müəllim, səhv eləmirəmsə, bu Şəki turunda, Marsolla biz Şəki turuna getmişdik, oradaydı. Və oradan başladım maraqlanmağa. Orada demək, metamorfozun hardasa bir neçə dərsi getmişdi, qatıldım. Sonra orada biraz mən də ilkin olaraq başa düşməmişdim. Gəldim təlimə, məndən əvvəl bəyin dediyi kimi, bəzi təlimləri qaçırtdım, amma hiss elədim ki, çox böyük nələrsə itirmişəm. Özümə söz verdim ki, mütləq bu təlimlərə vaxt ayıracam, A-sından Z-sinə kimi gedəcəm. Bu il, 2024-cü il özümə verdiyim sözü tutmağa çalışdım, həqiqətən. Demək, transformasiyada ilk olaraq iştirak elədim. Orada transformasiyanı belə hiss edeyim ki, yəni dəyişiklik. Yəni, insan özün hansı istiqamətə, mən şəxsən özüm öz fikirlərimi paylaşıram. Mən özümü hansı istiqamətimə yönəltmək istədiyimi orada başa düşdüm ki, istəsəm bu cür də ola bilərəm, istəsəm bu şəkildə də ola bilərəm. Çox belə özümdə, necə deyim, tormuzlarım var idi və orada mən hiss gördüm də, bu hansı mənim tormuzlarım var, nələr məni qoymur ki, inkişaf etməyə, daha üst səviyyə qalxmağa. Orada onu gördüm. Sonra yenə də qatıldım metamorfoza. Metamorfoza da qatılmaqda onu əldə etdim ki, bir daha qeyd edirəm, məndən əvvəl də bəy qeyd edirəm. Mən artıq insanları tanıya bildim. Mən işçi seçə bilirəm, işçimi seçə bilirəm, işçimlə necə davranmalıyam, onları seçə bilirəm. Və hətta komandamda ekonom etməyə də başladım ki, yəni gördüm ki, çox üzr istəyirəm, bu adam fırladandır, bu adam düz danışandır, bu adam nə bilim hansı istiqamətdə daha uğurlu ola bilər. Yəni onları oradan əldə etdim. Və son kimlik təlimi haqqında da mən bu il dediyim kimi yəni bütün təlimlərə qatılmağa çalışdım və şükürlər olsun ki, yəni Zahid müəllimin də köməkliyi ilə burada çox böyük nəticələr əldə etdim. Kimlik təlimində də onu gördüm ki, özümü tanıya bildim, özümü analiz edə bildim, özüm tam olaraq kim olduğumu bildim. Öz kim olduğumu bilməmiş mən kiməsə nə öyrədə bilərəm, fikirləşirəm. Kiminləsə necə işləyə bilərəm? Yəni
bilmirəm nə dərəcədə izah edə bildim. Həqiqətən bu, yəni mən bunu təlim adlandırmaram. Bu bir yoldaşlıqdır. Zahid müəllim bizimlə tək müəllim olaraq davranmayıb. Bizimlə o cümlədən də bir dost olaraq, bir yoldaş olaraq biz hər həftə bir yerə toplaşırıq. Hansımızınsa sıxıntısı var. Elə bir vaxtlar olub ki, hansısa bir qərarlar verməliyik, hansısa bir layihələrimizi həyata keçirməliyik. Biz Zahid müəllimin ətrafına toplaşaraq Zahid müəllimlə bir yerdə o qərarlarda bizə köməklik edib. Zahid müəllim o valideyn deyil, o dost deyil ki, mənim gördüyümü deyirəm ki, biz yıxılanda bizim əlimizdən durub qaldırmayıb. Deyib ki, yolunu tap qalx gəl. Yəni bizə onu öyrədib ki, özü. Çünki deyir ki, biz yəni bir valideyn də bunu nə qədər edirsə, o uşaq ayağa durmağı öyrətmir. İndi mən gəldim, biraz üzrü sayın gecikdim. Mən oradan gəldim ki, valideyn söhbət edirdi. Yəni həqiqətən bu reallığı biz görmüşük. Zahid müəllim bizə öyrədib ki, ayağa özünüz durmalısınız. Nə qədər ki, siz ayağa durmasanız, siz şirkəti qaldıra bilməyəcəksiniz. Siz əməkdaş seçə bilməyəcəksiniz. Mən çox təşəkkür edirəm. Həqiqətən danışmalı çox mövzular var. Çünki mən hesab edirəm ki, bu il ərzində mən Zahid müəllimin yanında olan şəxslərdən, çox iştirak edən şəxslərdən biriyəm. Mən fikirlərimi bölüşdüm. Zahid müəllimə həm öz şirkətim adından, həm komandamın, həm öz şəxsi inkişafım adından çox böyük təşəkkür edirəm. İcazənizlə kiçik bir hədiyyəm var, onu da təqdim etmək istəyirəm. Oy. Başlayın. Yəqin ki, bu belə tutulur, elə? Mən də indi görürəm zaten. Bunu siz öyrətməmişsiniz bizə. Qod tutdum. Çox təşəkkür edirəm Zahid müəllim. Var olun. Sağ olun. Hamıya da arzu edirəm ki, Zahid müəllimin bilgilərindən yararlansın. Çox sağ olun, diqqətiniz üçün. Zahid müəllim icazə versiniz, bir kəlmə biz də deyək. Mən hamıya salamlar, Tek Group şirkəti. Çoxları tanıyır, maşallah olsun, tanımayanlar da inşallah tanıyır. Mənim çox maraqlıdır bir sual ki, burada vəbşi ümumiyyətlə Zahid müəllimi tanımayan var. Varsa əlin qaldırsın. Yəni tam tanıyan yoxdur, belə tanıyan var. Tam tanıyan yoxdur. Əslində, mən birinci dəfə Zahid müəllimlə tanış olanda iki kəlmə, Rəhman müəllim kimi çox uzun danışmaq istəmirəm, çox qısa danışacağım. Sorry. Zahid müəllimlə birinci gün biz tanış olanda bulvarda idi, gəzişirdik, yadva gəlirsə. Ruslanla bir yerdə gəzişirdik, bulvarda çıxdıq, elə-belə dəvət elədilər, bir dost kimi gəzişməyə, çıxdıq gəzişməyə. Zahid müəllim orada bir yarımda saat, bir saat danışdıq. Danışandan sonra mən özlüyümdə qərar verdim ki, dedim mən bu insanla yapışacağım, özdə 2 əlli yapışacağım. Mümkün deyil ki, mən bu insanı bıraxım. Mən bilgi sevənəm və gördüm ki, Zahid müəllimdə o qədər məlumat var, o qədər informasiya var, o qədər bilgi var, o qədər şey var ki, dedim, ay Allah, bu adamı bıraxmaq olmaz qətiyyən. Sonra girdim qılığına, nə qədər dedim ki, Zahid müəllim, bəlkə bizim şirkətdə işləsə, o vaxt bizim şirkət balaca idi, yəni 5-6 nəfər idi. Zahid müəllim, bəlkə bizim şirkətdə işləsə, Zahid müəllim o vaxt az estetikdə işləyir, 100 nəfərə yaxın işləyir. Yox, bilirsiniz, biz böyük şirkətlərlə işləyirik və s. və s. Biraz bir şey elimdə olar, icazə versəm. Yox, biz sizlə işləyənməliyik, siz çox balacasınız. Qurban olun, başıva dönüm, nətər edir. O şimdi bir ay ora-bura nətərsə oldu ki, axırı Zahid müəllim saqqızın oğurladı. Bu da baş vermişdi 2020-ci ildə tanış olmuş. 21-ci il. 21-ci ildən bu yana hələ necə deyərlər, oğurlayıram Zahid müəllimlə. Zahid müəllim o necə olsun, bu necə olsun, o necə olsun, bu necə olsun. Maşallah olsun ki, bugünkü günə də gətirib çıxardı bizi. Şirkətimiz böyüyüb, artıq 5-6 nəfər deyil, biraz çoxuq. Mağazinlərimizin sayı artıb, mətbəximiz və ofis yeni. Nəysə, özümü tərifləməyəcəm. Bir-iki kəlmə metamorfoz. Əslində söz vermişdim ki,
o kimlik təlimi barəsində danışmalıydım. Amma o birisi təlimlər də çox maraqlıdır. İstəyirəm oradan da bir kəlmə danışım. Bu insan metamorfozda ki, o insanı tanıma məsələsi var. Biz çoxlarımız elə bilirik ki, biz tanıyırıq digər kəsləri. Amma inandırım sizə ki, heç də elə deyil. Bir dəfə bir söhbət, bir hadisə baş verib. Şəbəkə biznesində olmuşam bir vaxtı və orada bir dənə nüans var idi. O yadıma düşür. Bir işçi gəldi, öz rəhbərinə deyir ki, biz şəbəkə biznesində bilirsiniz, insanları calanmaq, orada piramida və s. kimi oxşar bir sistem var da. Mən insan hardan tapım? Rəhbər qayıdıb o həmən kəsə deyir ki, sənə desəydim get ayı tap, deyərdin, hə, ayını hardan tapım? Hələ ətrafımız hamısı insandır da. Həqiqətən də biz insanlarla işləyirik və insanlarla ünsiyyət qururuq. Hər gün hara getsən, evə də getsən insandır, işə də getsən insandır, hara da getsən insandır. Və insanları tanımağa çox güclü təlimdir, belə deyim, çox güclü təlimdir. Nümunə olaraq deyim, hal-hazırda, bəlkə çoxlarımız indi bizim səhifəni izləyənlər varsa, biz elan vermişik, operator axtarıq, yəni işçi axtarıq. İnandırım sizi, bəlkə bugünkü gündə bəlkə bir 3-4 minə yaxın adam bizə müraciət edib. Biz onu elə qısa formada, elə tezliklə onu belə əleydən keçiririk, belə inanmazsınız. Hamısı təlimin hesabına. Yəni onu insanları ki tanıyır, yəni şap-başap belə necə deyərlər, insanlara aid eləyə bilir və bizə lazım olan insanları, o kadrı tapa bilirik. Artıq Zahid müəllimin köməkliyi ilə biz bilirik ki, bizə bu vəzifə üçün hansı insanlar lazımdır, hansı tipajda və o işi bacaracaq ya bacarmayacaq. Metamorfozdan desəm, biraz çox danışdım. Onlar kimliyə keçin. Transformasiya heç, transformasiya başqa bir aləmdir. Həqiqətən də orada məndən qabaq dedilər, özümüzü tanıdıq, digərlərini tanıdıq və dəyişildi. Mən vəbşi ümumiyyətlə transformasiyadan 2 ay, Zahid müəllim bilir, 2 ay vəbşi Atkuruçkaya getdim. Yəni, bilmirsən, o qədər suallar yaranır özüvə görə. Bu niyə belədir, o niyə elədir, o niyə vəbşi belə olmalıdır mı? Ümumiyyətlə. Bir məqam özətində deyib transformasiya. Transformasiya təlimi modelini, bilməm, kimsə eşidib yoxdur, yox. 5-liyi gün, səhər demək saat 10-da başlayır, gecə saat 11-12-yə qədər, hə, telefonsuz. Danışacaq, onda mən danışım. Hələ imkan ver də. Nəysə, transformasiyadan danışar, xəyal danışar. Xəyal, qoy mən bitirim, sonra gəlib transformasiya. Yox, mən keçirəm kimliyə, qısa danışacağım, sən keçərsən transformasiya. Şimdi Zahid müəllimin bütün təlimlərində olmuşam və peşman da deyirəm. Nəinki peşmanı, xoşbəxtəm ki, bunların hamısını keçmişəm, olmuşam. Kimliyə qalanda açığı dostlar, baxın, kiminsə başına gəlib, kiminsə bu etapı keçib, amma kimlərsə də keçəcək bu etapı. Düz bəlkə də bir 2 ilə yaxın mən özlüyümü, kimliyimi, yəni mənim üçün çətindir. Belə baxanda kimlik, Tamerlan, Qasımov Tamerlan, Tekruk şirkətinin rəhbəri, filan kəsin oğlu, filan kəsin atası misalı. Amma bu ilə bitirmi? Bitmir dostlar. Heç də bitmir. 2 il gecə yuxumu itirmişdim. Özümü tanımaq istəyirdim. Mən kiməm? Mən nə üçün gəlmişəm bu dünyaya? Yəni mən gəlmişəm ki, yalnız yiyəm, içəm, yatam və s. Yəni biz bunun üçün gəlmişik. Ev, maşın, okey. Всё. Buna görə gəlmişik. Bir əhvalat danışım. Günlərin bir günü bir nəfər olur, rəhmətə gedir, ölür. Üstündən orada onu qarşılayırlar və belə bir mələkdən sual verir. Mələk sual verir ki, ay mələkdə, bəs mən bu dünyaya nə üçün gəlmişdim? Deyir, yadıma gəlir, 3-cü sinifdə bir qız var idi. Belə saçı belə, gözü belə. Deyir, hə, yadımdadır. Deyir, o qaçarkən onun ayağına bir dənə padnoşka qoydu, yıxıldı, başı dəydi partaya, stola. Deyir, hə, yadımdadır. Bax, onun başı stola dəyəndən sonra o böyük bir alim oldu. Deyir, yaxşı, bəs mən? Deyir, sən heç nə, sən elə onun üçün yaranmışdın ki, orada padnoşka qoyasın. Və mən özüm üçün qərar verdim. Mən o padnoşka qoyan olmaq istəmirəm. Və başladım axtarmağa mən kiməm. Uzun müddət axtardım, həqiqətən. 2 il. Gecəm gün üzümə qarışmışdı. Yata bilmirdim, real deyirəm, yata bilmirdim. Təlimdə də qoymamışsın yatasan. Bəli, təlimdə də qoymayıb yatmağa. Və bu təlimin hesabına dostlar açığı nəhayət tapmışam mən özümü, kimliyimi.
və buna görə də Zahid müəllimə dərin təşəkkürüm var. Təlim necə keçib, onu danışmağa ehtiyac var. Xəyal kimliyi keçməyib baxı. Amma anam bilməsin. Amma anam bilməsin. Ora keçirsən. Okey, yox, gəlirsən mən bitirdim. Kimliyi necə keçir? Kimliyi də özünün öz formatı var. Təbii ki, o bilmirəm, elə zadımka elə idi, yəni şəhərdə olmasın deyənə. Getdik, bəli, Qubaya getdik. Çox qısa, az adam var idi. Cəmi 4 nəfər idi. O 4 nəfərdən prosto yalnız ikisimiz burada. Rəhman müəllimdir, bir də mənəm. Oranın öz abu-havası, inandırım sizi, baxın, Qubada olasan, yaz aylarında qəşəng təbiət, nə bilim, qoxu, nə bilim, quşlar uçur və s. Çöldə manqal, samavar. İnandırım sizi ki, 3 gün bayra çıxmaq istəmirdik. 3 gün oturduq otelin içində, yəni otel də yəni kotec idi də. 3 gün orada oturub belə o fikirlər, fikir, yəni təlim keçirdi. Və o qədər maraqlı idi ki, dostlar. Ona görə yox, yəni qapını bağlamamışlar. İstədiyimiz vaxt çıxa bilirdi. Maraqlı idi. Buyurun. Təsviflər olsun ki, baxmamışam. Orada baxanlar yəqin ki var. Bir nəfər deyir, axı soruşmadı ki məndən, ay yoldaş dadaşım, axı sən kimsən? İndi siz gözünüzü tapmışam, ay yoldaş Tamirlan bəy. Siz kimsiz? Deyil. Onu belə deyə bilməyəcəm. Onu deməyəcəm. İnşallah görəcəksiniz. Hamısını deyirsə, halda deyil. Onu inşallah. Bəli, bizim ofisə inşallah kim istəyirsə buyura bilər. Bizim ofisə gəlsiniz, başa düşəcəksiniz, görəcəksiniz. Bir intriqa qalmalıdır da, maraqlı olmalı ya, yox. Hər kəsə özü üçün tapır, yəni ürəkdə, qəlbdə kimsən. Bilirsiniz, kimliyi tapandan sonra həyatda hərəkət rahatlaşır. Bilirsən, istiqamətli tuta bilirsən. Kimliyi tapandan sonra bilirsən ki, sən nə etməlisən, necə inkişaf eləyə bilərsən. O sistemdən danışırdıq bayaqla. O sistemə necə qoşularsan, necə təsir eləyə bilərsən sistemə. Yəni biz kimliyimizi biləndən sonra təsir eləyə bilirik sistemə. Kimliyi tapmasın, sistemi təsir eləmək olmur. Bu qədər. Çox sağ olun, Allah sizlərdən razı olsun. Mən dedim ki, əvvəldə az danışacağım, amma Rəhman müəllimdən çox danışdım. Salamlayıram yoldaşlar, hamınızı xoş gəlmişsiniz. Bizim bu balaca bir şirin ortamımıza gəlmişsiniz, bizi şad eləmişsiniz. Biz də müəllimlə burada bir yerdə çalışırıq, Asan Xidmətdə özümü reklam edirəm. Gənc Media şirkətidir. Biz də deməli, biz video çəkilişlərlə məşğuluq. Çəkməyənlər çəkdirsin bizə videolarını. Mənim adım Xəyaldır. Birinci dəfə Zahid müəllimi mən tanıyanda demişdim ki, bu üzünə demək olmasın, bu niyə boş-boş danışır. Yəni birinci xoşuma gəlməmişdi adam, çünki fərqli danışırdı ki, yəni bizim olduğumuz mövqeydən əks mövqey danışır. Hacan? Bəli. Yox, özünə demişəm bir dəfə, yadından çıxıb bəlkə təkrar elədim, ona görə qoy təzələnsin. Sonra müəllimlə kommunikasiya eləyəndə, müəllimlə əlaqələrə girəndə, yaxın tanış olandan sonra həqiqətən də gördüm ki, adam bir fərqli düşüncə sahibidir. Yəni, düşüncələri həqiqətən də insanda maraq yarada biləcək və insanda dəyişikliyə yarada biləcək bir səviyyədədir. Burada indi mənə çox maraqlıdır ki, burada bu qədər danışıq elədi də. Zahid müəllimin özü danışdı, sonra müəllimlər danışdı, Tamirlan müəllim, Rəhman müəllim. Kimin yadında nə qaldı? Zahid müəllim dəfnə oldu, 10 il. Aha, sonra? Yaxşı bir ki, Tamirlan müəllim kim olduğunu axtarırdı, Tapı baxırı. Sonra? Yadımızdan üçün sual olmadan kimsən cavab vermədi. Transformasiya təliminə gedən hamı deyir ki, tamam dəyişiklik, amma demir ki, necə dəyişiklik. Biz elə bir şey bilirik ki, orada nəsə var, amma nə var bilmirik. Tamam, başa düşdüm. Bağlı qutudur. Ya onu bilmək üçün sualınıza cavab verim. Onu bilmək üçün yaşamaq lazımdır. Yəni biraz öz sərgilərini göstərə bilərsiniz. Bəli? Biraz tüyo verək. Bir dəqiqə müəllim, bir dəqiqə. Tüyo verək. Tamam, tüyo verək. 5 dənə bəndlə deyin ki, bu oldu, biz də bilək. 5 dənə bəndlə deyim də. Kim? Sən cavab verərsiniz. Xoşuma gəldi. Dəstək xoşuma gəldi. Müəllim, görürsünüz də dəstək var. Amma əslində burada olan insanlar hamısı yaxşı mənada
Zahid bəyin təliminin qurbanlarıdır. Qurbanlarıdır. Şu mənada ki, hər kəs özü bir nəsə əldə eləmək üçün, yəni o üçün gəlib də. Ola bilər. Əlbəttə. Bu təlim də gərək elə bir insan keçsin ki, o insanın keçdiyi təlim, onun təcrübəsi, sən fikirləşirsən ki, bu mənə təsir edə bilər. Heç ki, məcburiyyətdən gəlmir. Yəni, yaxşı mənada təsir olur ki, insanlarımızda. Siz də nümunəsizlə mənə fikirləşirəm. Bəli, düz fikirləşirsiniz. Fikirlərinizlə razıyam, dəstəkləyirəm sizi. Deməli, olaraq deyim ki, müəllim, məsələn, mənim özüm indi bu dəqiqə... Olaraq sizə deyim ki, biz rahat başa düşməyimiz üçün necə bizə? Biz elə bilin ki, sərhədi keçmək istəyirik, məsələn, Türkiyə. Orada da bir sərhəd keçid məntəqəsi var, pasport, nə bilim, yoxlanış falan filan. Siz keçdiniz artıq, sərhədi keçmişsiniz. O prosesi biz hələ bu tərəfdə sərhəddə gözləyirik. Bəli. Onu detallı şəkildə bizə izah edərsiniz ki, burada nə baş verir? O detallı şəkildə valla mən... Tamam. Bu elə bir məsələdir ki, zehnin transformasiya məsələsidir. Bunu fiziki olaraq sizə nəsə bir şey göstərə bilmərəm də mən bu dəqiqə ki. Məsələn, mənim nə bilim, muskulum 10 sant idi, 15 sant oldu. Yəni, o elə deyil də. O sırf düşüncə ilə, zehinlə bağlı bir şeydir. Məsələn, bir məsələyə tutalım, o yanmır işıq orada, düzdür? Siz nə cürə baxırsınız sonra? Məsələn, orada yanmır, orada yanır. Mən başqa cür görürəm onu, siz başqa cür görürsünüz, o müəllim başqa cür gördü. Hərənin bir baxış nöqtəsi var. O baxış nöqtələrinin dəyişməsində qurulub məsələlər. Məsələn, mən Zahid müəllimlə tanış olmamışdan qabaq, məsələn, durub belə auditoriyada belə danışa bilmirdim. Rahat öz fikrimi izah edə bilmədim. Çünki biraz torpaq üstünlüyü olub məndə. İndi müəllim yəqin ki, o şeylər danışar. Yəni, torpaq ünsürlü olmuşam deyəni biraz qapalı olub məsələlər, özümü izah eləmək, məsələn, auditoriya çıxmaq. İndi isə rahat şəkildə başa düşürəm ki, siz o sualı mənə niyə verirsiniz? Müəllim orada başa düşürəm ki, niyə verir o sualı? Ki, siz nələrsə bilmək istəyirsiniz də, bir şey sizə deyilir burada, mən informasiya ötürürəm, siz sadəcə onu başa düşmək istəyirsiniz. Mən də çalışıram ki, onu öz dilimdə sizə başa salım, səhv yönləndirməyim. Mən sizə bir şey deyərəm, səhv başa düşərsiniz. Ona görə ən yaxşı olar ki, siz o təlimdə özünüz iştirak edəsiniz, yaşayasınız o təlimi. Çünki mən o təlimi yaşamamış, mən deyə bilmərəm, mən özüm bilmirdim ki, o təlimdə nə olacaq. Bu Zahidin müəllimin öz dedikləri, onun bilgiləri mənə intuitiv olaraq, bilirsiniz də intuitivlik nədir? İntuitiv olaraq qərar vermişəm ki, bəli, bu adam mənə kömək eləyə biləcək inkişafda. Və getmişəm. Və orada da bir dəyişikliklər keçib məndə, daxilimdə, özümlə bağlı məsələlərdə dəyişikliklər keçib. Orada demək olar ki, gündə məni bəlkə də ən çox sınan adam mən olmuşam orada. Gündə bəlkə də 20 dəfə sındırırlar məni orada ki, yəni sən səhvsən falan, az qala adamın üzünə şeyləsinlər ki, belə-belə. Müəllimlik deyil, uşaqlar özləri. Orada 33 nəfər olmuşuq. Hamı orada bir-birlərini fikir çəkişdirmələri falan olurdu. Bəli, buyurun mənim. Xəyal mənim, sualım nədir? Bəli. İnsanların bilmək istədiyi bəlli məsələdir ki, növbəti yığıncaq olacaqdırsa, bu da pullu olan bir şeydir. Siz həmən tədbirdə iştirak etdiyinizə görə biz iştirak etməmişik. Bu da müəllimin bir bazı məxfi informasiyasıdır ki, orada lazım olacaq, orada da ödəniş ediləcək. Ən azından bir 10% açıqlama olmalıdır ki, biz ora itirdiyimiz maliyyə və itirdiyimiz vaxt dəyərlidirmi ya yox? Onu bizim üçün ən azından 10% açıqlama olmalıdır. Açıqlamaq istəyirsən 10%. Çünki ən azından vaxt ikisidir. Tamam, burada itirdiyiniz deyil o. Qazandığınızdır. Orada olacaq, əgər gedəcəksə, istifadə edəcəksə, yəni həyatınızın dönüş nöqtəsi olacaq. Yəni, mən necə ki, o həyatımın dönüş nöqtəsi kimi bilirəm, bəzi insanlar bu dəqiqə burada bəlkə də öz effektlərini yaşayırlar. İnşallah təlimdə müəllim izah edəcəksə effekt nədir? Məsələn, müəllimlə tanış olmaq, müəllimin təliminə qatılmaq mənim həyatım üçün böyük bir effekt oldu. Yəni, 360 dərəcə dəyişiklik baş verdi. Həm mənim öz beynimdə, zehimlə bağlı olaraq, həm şəxsi həyatımda, həm biznesimdə, insanlarla münasibətdə. Yəni, tam başqa üzrə, elə bir ki, sıfırlanırsınız, təzədən bir də formalaşır. Belə deyim də, balaca uşağın beyni necə olur? 2 yaşda, 3 yaşda, 4 yaşda uşaq plastilin kimi olur da. Təlimdən çıxandan sonra da beyin plastilin kimi olur. Yəni, özün hiss edirsən. Mən hiss edirəm, mənim təlim tək özümdən demirəm də, təlim yoldaşlarım eyni hissləri keçiriblər. Ki, beyin plastilin kimi olub, sonra ora nə yapışdırırsan da o başlayır işləmək. Məsələn, fokusəyər təlimdən sonra fokusəyər işin inkişafını verirsənsə, o üzrə sənin başlayır fikirlərin formalaşmağa, imkanlar yaranır, başqa imkanlar görə bilirsən, biraz distinksiya yaşayırsan, biraz sistemli təfəkkür formalaşır. Sistemli təfəkkür o deməkdir ki, yəni tamı görə bilirsən. Eyni anda həm tamı, həm də ki, müəyyən bir prosesi görə bilirsən də.
Tutaq ki, mən burada dayanmışam, indi özümü tək fikirləşmirəm də, hamını fikirləşirəm ki, orada kimsə mənə baxır, buradan kimsə sualı var, kiməsə cavab vermək istəyirəm. Yəni, tamı görə bilirəm, belə deyək. Başa sala bildim, bilmədim, bilmirəm. Yəni, bu elə bir şeydir ki, müəllim, məsələn, tortu mən sizə necə başa salmayı dadı nətərdir? Gələk götürüb ağzınıza qoyub yiyəsiz də. Gələk ağzınıza qoyun ki, onun bizim... Sağ olun. Təlimci olaraq xəyalda böyle. Biz bəzən insanlar psixoloqlara gedirlər, bəzən koçlara gedirlər də. Bizim həyatımızın reallığıdır. Siz bilirsiniz, psixoloqun işi sənin keçmişinlə işləməkdir, onun gələcəyinə işi yoxdur. Koçun işi gələcəklə işləmək. Nə deməkdir? Biz həyat yaşayırıq və həyat yaşadıqca başımıza gələn hadisələr olur. Və onların hərəsindən nəsə dərk edirik. Səhv, düz, bizə kömək eləyəcək inkişaf eləmək, yoxsa qoymayacaq inkişaf eləməyə. Fərqi yoxdur. Artıq zapsa girib. Və gəlirik həyatın bir məqamına, bizə həmən yığdığımız o yük qoymur hərəkətə keçək. İşarə təlimində sən indiki gücüvü və o bağlılıqdan azadlığı alırsan. Yəni, bu, elə bir ki, silah var əlində. Silah var əlində, əməlli silah var əlində. Amma istifadəsini bilmirdi. Təlimi keçəndən sonra silah sənin üçün rahatlayır. Bu təlimin tərkibi barəsində buradan iştirak edənləri bir-bir çıxardın, danışdırın. Hamısı deyəcək, hiss edirəm, danışa bilmirəm. Mümkün deyil, onu danışmaq olsun. Kinoya baxmışıq. Nə olsun, ged evdə də bax. Onun üçün də bayaq Tamerlan müəllim dedi, kimliyimi tapmaq məsələsi. İnsanın kimliyi bu yaşayan üçün, o deyir, yaşamalısan bunu da, o şkurasını tapmalıdır. O ifadə olunan bir şey deyil. Yəni, mən kiməm? Mən müəlliməm. O kimliyi odunda deyil. O qədər müəllim var. Bilirsiniz, kimliyi nədir? Təbiətdə Allah maraqlı bir şey yaradıb. Baxırsan, neçə minlər qədərində o növ heyvanat var, həşarat var, bitki örtüyü var. Hərəsinin ayrı funksiyası var. İnəyin yediyi otu keçi yemir. Pişiyin tutduğu heyvanı şir tutmur. Elə bir bunların yaranışından artıq əvvəlcədən məlum idi. Pişik gəlib bilir ki, pişikdir. İnsan problemi var. Gəlib bilmir kimdir. Kimlik təlimi bax onu öyrətmək üçündür. Və o kimliyi tapmaq, sən bir gün biz pişik deyirik, bir yaxşı ifadə vardı, keçən dəfə qulaq asın. Deyir ki, uşaq birinci dəfə quş görür, quş. Görür orada nəsə bir şey belə pərvazlanır. Deyir, ana, bu nədir belə? Deyir, quşdur. Deyir, ondan sonra uşaq quş görməyəcək. Ondan sonra o quş barədə fikrini görəcək. Birimizlə danışanda öz fikrimizdən danışırıq. Və qarşı tərəf öz fikrini görür. Onun üçün biz stat qoyduk. Bugün mən, bilirsiniz, mən də həyatda onları bir-bir keçəyim. Bugün də o qədər şeylər var, ola bilmirəm. O Prasvitlenin sözü var da, nə bilim orada çox eşitmişik. Sokratı mən 10 il bundan qabaq oxumuşdum, tamam başqa şey başa düşmüşdüm. Yaxınlarda Sokrat mənə partlayış verdi. Çünki artıq onun nə hiss elədiyini elə bir balaca hiss eləməyə başladım. Bu, nətər başa salımı? Sən elə bir ki, o kiftə bozbaş yeməmsən, kiməsə kiftə bozbaş barəsində danışırsan. Ət var içində. Onlarda da hansısa yemək var, içində ət var. Kartof da var. Allah haqqı bizdəkində yoxdur, bizdə də var. Yəni, bunu sən yaşamadan danışa bilmirsən. Yəni, kimsə bunu yaşamalıdır ki, danışsın. Bilirsiniz, bəzən baxıram ki, indi hansısa informasiyalı olur da, düşürsən ki, bunu, nə bilim, bir təlimçi qismi var, Temboli'də, onlar informasiyanı satırlar. Düşünürlər ki, baba, bu bilgi var. Mən yoxam, bu bilgi var. Bilgini verirsəm, getdi bəndən. O təlimdən deyəni, pul ver, sonra təqdim al. Amma məsələ ondadır ki, o bilgiləri alan o qədər adam olub. Da o kitab. Onlar həmən adam olublarmı? Çünki onun yaşadıklarını yaşamayır. Biz sözləri qoyduğumuz mənalar fərqlidir. Bugün sevgi sözünə belə, burada biz bir 80-90 nəfər varıq. Sevgi sözünü bu dəqiqə durursa, bir dənə uyğun gələn söz tapmayacaqsınız. Bizim bununla bağlı oyunlar olub. O şeyin təlimlərdə bizim mexanizmlər var, orada görsənir. Mümkün deyil. Biz şirkətlərin bir neçəsində bizdə bir-iki görüşlərdə belə bir şey eləmişdim. Komandanı yığırdım, deyirdim, şirkətin məqsədi nədir? Hizran müəllimgildə deyiləmişdik bir dəfə. İnanırsınız, şirkətdə nə bilim 20 nəfər, 50 nəfər, biri tapa bilmir şirkətin məqsədi nədir? Tapamaq deyil, onu dərk etməyə çatmayıblar. Bilmirəm, ifadə, məqsəd sözünü hamı bilir.
Çıxaq bir-birinə, mənim məqsədim falan şeydir. O birisi başa düşmür. Niyə? Çünki fikirlər başqadır, başa düşür. Bizim həyatımız daha çox fikirdədir, nəinki faktlardadır. Təlimin bir hissəsi var, faktı fikirdən ayırmaq. Daha doğrusu fikri faktdan ayırmaq. Onu keçəndən sonra Abbas müəllim özü buradadır. Hara getdi Abbas müəllim? Vay, gözünü. Abbas müəllimlə bir gün oturmuşuq. Deyir ki, müəllim, o fakt fikir vardı. Deyir, o gün uşaq gəlib, sən də müəllifbada da varmış. Yəni, var, dərk eləmişik. Eləməmiş. Gəl. Əvvəla bir daha hamınızı salamlayıram. Demək, yaxşı suallar çıxır da, düz deyil. Bəli, o kursu bilməyən adam üçün maraqlı da danışırlar. Hamı deyir, wow, super, belə dəyişdim. Boş şeydir, mən deyim sizə. Yəni, heç məsləhət də görməm. Kim ki, yəni bu kursa gəlirsənsə, yəni məsləhət deyil də sən fikirlərsən ki, Yapon dilində hieroglif öyrənəcəm. Məsələn, Kürt dilində sözlər öyrənəcəm. Amazon çayının tərkibini öyrənəcəm. Belə şeylər öyrənməyəcəksiniz. Bu təlimlərin heç biri yeni bir şey vermir sizə. Heç biri. Bayaq müəllimin sözünün qüvvəti olaraq deyirəm. Bu təlimlər sadəcə bizim həyatımızı, bizim təcrübəmizi, bizim biliklərimizi müxtəlif yöndən baxışlarını verir. Bizim vizyonumuzu genişləndirir. Yəni, məsələ dediyim ki, müəllim deyir, müəllimlə bir dəfə də bir şey bölüşmüşdüm. Orada təlimlərimizin birində olmuşdu istək və ehtiyac. Mən bu istək, ehtiyacı bu təlimlərdə öyrənmişəm. 43 yaşım var, öyrənməmişəm. Sumqayıtda yaxşı məktəb oxumuşam, Prezident Akademiyasında oxumuşam, amma olmur. Mən bunu evdə gəlib qızlarıma danışanda, balaca uşaqdılar da, 8-10 yaş. Onlar dedi ki, ata biz bunu bilirik də, istək var, şey var, ehtiyac var. Yəni, bilirsiniz nə demək istəyirəm? Bu təlimlər bizə yeni bir şey vermir. Sadəcə gördüyümüz, dərk etdiyimiz, bildiyimiz şeyləri yeni baxış verir. Yenidən dərk etməni verir. Özümüzü yenidən dərk edə bilirik. Məsələn, mən öz təlimdə fərqindeyim də, transformasiyada. Mən transformasiyada başa düşdüm ki, mənim ən böyük problemim egodur. Nə baş verdi? Təlimdən sonra özümü daha çox sevməyə başladım. Siz təlimlərə qədər metamorfoz nə idi? Metamorfoz təlimindən qısa deyim. Bax, bilməksiniz ki, metamorfoz təlimindən nə baş verəcəm. Metamorfoz təlimində insanları tiplərə bölürlər. Müxtəlif tiplər var. Od, torpaq, hava, su və bu tiplərdə insan, belə ötəkdə, bu nüanslarında insanda müxtəlif dərəcələri olur. Məsələn, məndə hava çoxdur. Od aşağıdır, torpaq ondan da aşağıdır, su vapşa aşağıdadır. Yəni, bunu bilmək nəyi verir bizə? Qarşısındakı insanın nəyə dəyər verdiyini bilə bilirsən. Məsələn, mən torpaqla danışanda bilirəm ki, bu detallı adamdır, detaldan danışmalıyam. Od olan adamda bilirəm ki, yalnız işi sevir, yəni işdir. Hava olan adamla danışanda bilirəm ki, bunun odu yoxsa, bundan heç yol çıxmağa dəymez, yarı yolda qoyacaq özüm kimi. Yəni, məsələ burasındadır. Od lazımdır insana, torpaq da lazımdır, hava da lazımdır, su da lazımdır. Burada yaxşı pis deyil. Burada bu boyda adam var, hər birinin xarakteri müxtəlifdir. Bunların da hansının səviyyəsi necə olduğu. Metamorfoz, mən illərdir menecmentdəyəm, illərdir intervyu ilə insanları işə götürürəm. Mənim indiyənə qədər intervyuda çox uğurlu intervyularım olub. Zahid müəllimin təlimindən sonra o intervyuları gördüm ki, yenə həmin kimi aparıram. Yenə eyni insanlara düzgün qiymət verə bilirəm. Sadəcə burada baxışım biraz dəyişib və nəzəri olaraq insanları seçə bilirəm. Yəni, mən bilirəm ki, bu iş adam yarayacaq, yoxsa yaramayacaq. Gözəl təqdimat ola bilər. Mənim özümün işə götürməmdə belə bir qayda var. İntervyudan super keçən adama da belə bir şərt qoyuram. 15 gün bizdə sınaq müddətidir. Əgər 15 gün ərzində siz bizlə davam etdirsə, əla. Etməsəz də belə sizin aylıq əmək haqqınız ödəniləcək. Səbəb nədir? Mən təqdimatda çox super təqdimatlar görmüşəm. Bunu hava daha çox edə bilir. Və işə gələndə, icraçılığa gələndə sıfır icraçılıq olur. Məsələ orasındadır, dediyim kimi, metamorfoz bizə insanları tanımağa, tanıyırıq insanları, daha fərqli baxışlardan baxmağa öyrətdi. Transformasiya nə öyrətdi? Transformasiya dediyim kimi, özümü görməyi, ətrafdan görməyi, öz minus pluslarımı görməyi, istənilən bir şeyi, baxışları. Məsəl üçün, mən deyim sizə, mən çoxları tanıyır məni, xarakterimi də bilir, digər qabiliyyətlərimi də bilir. Mən transformasiyada dediyim kimi, yəni mən öz minusumu gördüm. Öz minusumu gördüm, mənim problemlərimin yaranma səbəbini gördüm. Bu da müəyyən o uşaqlıq travmaları deyək, psixoloji durumlar deyək, purifikasiya nöqtələri deyək, onlardan irəli gələ bilər. Və bu təlimlərin sonucu olaraq, yəni biz dəyişib supermen olmayacaq. Bu günləri kimsə klerikdirsə dəyişib menecer olmayacaq. Kimsə bu günləri biznesi aylıq 10.000 xeyir verirsə dəyişib 100.000 olmayacaq. Yəni insan baxış bucaqları dəyişir, baxış nöqtələri dəyişir. Daha yaxşı informasiyanı, necə deyim, həzm eləyə bilirəm, analiz eləyə bilirəm.
əvvəl də analiz super idi, indi daha yaxşıdır. Dediyim kimi, transformasiyadan sonra özümü sevməyə başladım. Çünki mənim bir problemim var idi. Dostlar, ətraf, qohum, yəni yaxınlarım məni fərqli görürdülər. Mən də onları fərqli görürdüm. Onlar məni özlərinə tərəf çəkir, mən özümü onlara tərəf çəkirəm və sonuc olaraq başa düşdüm ki, hepsi necədir? İnsanlar olsun müxtəlifdir. Kimsə dəyişmək istəsə dəyişəcək. Kimsə dəyişmək istəməsə dəyişməyəcək. Yəni son olaraq da prosta danışmaq istəmirdim, elə-belə beynimə gəl dedim. Zahid müəllimin təlimində dediyim kimi, kimsə hieroglif öyrənmək istəyirsə təlimə gəlməsin. Zahid müəllimin təlimində yeni bir şey öyrənməyəsiniz. Mən sizə deyirəm. Bildiyiniz nə varsa, onun fərqli baxışını öyrənəcəksiniz. Bir cümlə deyim, yadından çıxıb o cümləni. O cümləni, əzbər bildiyim bir cümləni transformasiya təlimində 3-cü gün idi. Burada yoldaşlardan kiməsə çağırdım, dedim, xəbərim var, bu cümlə mənə tam fərqli gəlir. Mən indi başa düşürəm bu cümləni. Belə proseslər baş verir. Yəni, dediyim kimi də o hamımızın vizyonu müxtəlifdir. Hamı da bu boyda ola bilər, mən də böyüdürük, kisildirik, baxışlarımızı dəyişirik. Təşəkkür edirəm diqqətiniz üçün, minnətdarım. Bir daha salamlayıram yeni gələn hər kəsi. Mən Aytən Muxtarova, Smart Ten şirkətinin təsisçi və direktoru. Bundan başqa bizim Sağlam Həyat və Bizniskar YouTube kanallarımız var. O kanallarda da mən aparıcı qismində çıxış edirəm. Mən Zahid müəllimi hardasa 2023-cü ilin mart ayında tanış olmuşam. Kob evinin təşkilatçılığı ilə. Əslində Zahid müəllimi uzaqdan görəndə dedim ki, bu kimdir, yəni, bu bizə nə öyrədəcək və orada belə bir yüksək egonla oturmuşdum. Zahid müəllim gəldi, təlimlərini verdi. Bir saat orada Zahid müəllimin çıxışı var idi. Bir saat çıxışından sonra mən masadan yarım saat sonra belə keçsə mən ayağa qalxa bilmədim. O qədər çox təsir eləmişdi mənə ki, mən belə həyəcanla gəldim. Gələn kimi yoldaşımla bu hissləri bölüşdüm. Sosial platformanı açdıq, çox az, həddindən az məlumat gördük. Bu bizi çox əslində sarsıtmışdı. Və bu günlərim artıq 2025-ci ildir. Zahid müəllimi tanıdığım ilk gündəki hissi bu gündə hər dəfə görəndə mən bu hissi yaşayıram və çox xoşbəxtəm ki, mən belə bir insanla rastlaşmışam. Ne üçün? Çünki həyatımın dönüş nöqtələrindən biri də məhz Zahid müəllimi tanıdığım ilk gündən olub. Bəzən insanlar, Nəsimi o vaxtda əslində bizə izah eləmək istəyirdi ki, insan əslində öz üzündə, simasında və bütün fizionomiyasında onun kimliyi, sən özünün kimliyi və qarşısındakinin kimliyini dərhal görə bilərsən. Amma biz özümüzü oxumaqdan başlamışıq başqa fənləri oxumağa ki, bu da ikinci, üçüncü mərhələdə bizə öyrədilməli olan fənlərdir. Biz özümüzü oxumamış, başlamışıq başqa kitabları oxumağa. Zahid müəllim bizdə olan hissləri qaytarmağımıza kömək edir və bu bizi həm mental, həm də elmi cəhətdən yüksəlməyimizə kömək olur. İnsanlar mental cəhətdən yüksələ bilir, amma elmi tərəfdən yox. Balans itəndə biz ortaq məxrəcə gələ bilmirik. Ortaq məxrəcə gələndə isə axı biz həyatda yaşayırıq, bizim mənəvi olaraq ödəyəcəklərimiz var, maddi olaraq ödəyəcəklərimiz var. Biz bu balansı pozmuş oluruq. Zahid müəllimin təlimində biz bu balansı qorumağa başlayırıq
başlayırıq və balansı pozmamağa başlayırıq. Biz özümüzü tanıyırıq, biz özümüzü tanıyanda ailə üzvlərimizi tanıyırıq. Nə üçün atam mənə belə eləmişdi, nə üçün qardaşım mənə belə eləmişdi, bunu deyirik və məsələni çözdüyümüz halda iş yoldaşımla olan münasibətlərimizi tam olaraq başa düşə bilirik. Əgər biz evimizdəki problemimizi çözməmişiksə, biz işimizdə heç vaxt uğur qazana bilmərik. Biz ailəmizin xeyir-duasını almamışıqsa, işimizdə də qətiyyən uğur nailiyyət əldə edə bilmərik. Bundan başqa, Zahid müəllim mənə nə verdi? Sizin sözünüzə mən cavab vermək istəyirəm. Mən həmişə belə baxmışam, mən belə görmüşəm, mən düzəm, mən haqlıyam. Zahid müəllimin köməyi ilə mən belə baxmağa başlamışam. Mən ətrafı da görməyə başlamışam. Hər kəsi dəyərləndirməyə başlamışam. Nədir? Onların mənə verəcəkləri nədir? Bu günlərim kimsə mənə söz deyirsə, o bu sözlə, əslində o sözü mənə didizdirən var. O sözdə mən nə götürməliyəm, mənim üçün nə var? Və mən qısaca bunu demək istəyirəm ki, biz hər birimiz zaman, üzr istəyirəm, sizə də sualınıza cavab vermək istəyirəm. Siz deyirsiniz ki, bəli, siz deyirsiniz ki, biz zaman itirəcəyik, biz maliyyə sərf eləyəcəyik, biz nə qazanacağıq? Siz haqlısınız, mən sizlə razıyam. Biz 10 ilə gedəcəyimiz bir yol olacaq, hansı ki biz bunu 10 ilə gedə bilərik. Mən sizlə danışım, xahiş eləməm, baxasınız. Biz 10 ilə gedə bilərik, amma bu təlimləri keçdikdən sonra 10 ilə getdiyimiz yolu 3 ilə gedə bilərik. Bu bizim özümüzdən asılıdır. Zahid müəllimin bizə və bizim karyeramıza, mənim şəxsən özümün inkişafına qatdığı ən böyük təcrübələrdən də biri məhz budur. Bunun üçün mən Zahid müəllimə təşəkkür edirəm. Dinlədiyiniz üçün minnətdarım. Mənim olduğum sistem idarə etmə sistemi. Biznesdəyəm zaten. Mən biznesdə idarə etməni öyrədirəm. Yəni, şəxsi həyat da dəyişir burada, ailə də dəyişir burada. Amma məqsəd orada deyil. Məqsəd biznesdədir. Və biznes idarə etmə sistemlərindəki yeni bir etapı üzərində hazırda işləyirəm. Və bugün fasilədən sonra biz o barədə danışacağıq. Eyni zamanda bir neçə dənə bir kadr olacaq sizin beynimizə yenidən bir yemlər atmaq üçün. Onun üçün indiki vaxtda yəqin ki bir 15-20 dəqiqəlik orada çay süfrəmiz var. Fasilə eləyin, biraz hərəkət eləyin, dostlarınızla söhbət eləyin, qeydiyyatdan keçin. Bununla bağlı bir elan verim. Hazırda qiymətlərlə bağlı bugünə münasibdir. Yəni bugün sabahla bağlıdır bu qiymət. Ümumiyyətlə bizdə metamorfoz təlimi və digər bu işarə transformasiya təlimin qiyməti 1500 manatdan hesablanırdı. Amma bu il qərara gəldim ki 1200 manata salım və sizin bu tədbirə dəvət elədiyim şəxsləri mən şəxsən dəvət eləmişəm. Yəni sizlərin hamısını bilirsiniz ki mən yazmışam sizə də. Yəni belə internetdə götürüb gəlməmişsiniz. Və ona görə də öz dostlarıma 50% indirim təklif elədim. Yəni xahiş edirəm, istəyirsinizsə, ürəyiniz çəkirsə yararlanın. Və bu, düşünürəm ki, sizin həyatınızda növbəti bir özünüz üçün keçidə kömək eləyəcək. Necə? Hə, bu əsas odur. Yəni, biz zaten indi hərəmiz bir məhsul satırıq da. Məsələ məhsulda deyil axı. Mən onu eşitmişdim Yosipovdan. O deyirdi ki, birinci bir məhsul hazırlayanda özüvə və özünkülərin üçün hazırla. Sonra özüvə və özünkülərin üçün hazırladığın məhsul kimi digərlərinə sat. Mən əminəm ki, çağırdığım dostların hamısı o məhsulla tanınırlar ki, hansı ki, özünə və özünküləri üçün hazırlayıb. Və mən də eyni ilə. Can? Məhsulunuz təlim deyilsin təcrübə. Bəli, transformasiya təlimi həyatın bir hissəsidir, həyat keçididir. Və onu genə deyirəm, mən özüm bu təlimin bir oxşar vidi var, yəni bir belə şey çıxmasın. Mən də getmişdim bir təlimlərə. Təlim barədə prezentasiya gələn 100 nəfərdən 2 nəfər onu qiymət verdi. Prezentasiyası mümkün deyil. Bilirsiniz, bizim beynimiz həmişə vıqıd axtarır. Beynin formatıdır, yox. Gəlirik, paltar almağa baxırıq. Bu yaxşıdır, bunun qiyməti belədir, bu belə. Amma əslində o çox şeyi orada itirə bilirik. Biz Əli buradadır, Əli, Can Əli. Əli müəllim bizim dostumuzdur, Paul şirkətində işləyir. Əli təlimə gələndə, bizim metamorfoz təliminə, Əliyə dedim, Əli, iPhone-un yoxdur. Dedi, yoxdur. Pulu var. Dedim, Əli, maşın niyə sürmürsən? Ehtiyac deyil. Deyirəm, Əli, o sənin beynimin fikridir. Sən birinci bu məhsulu al, onun praktikasını yaşa, ondan sonra qərar ver. Maşallah, təlim qutarmışdı bir ay sonrası, Əli mənə zəng elədi ki, müəllim, maşın da aldım. Bəs iPhone da almışam, gəlirəm səni görməyə. Biz çox vaxtı fikirlərimizlə qərar veririk. Sən iPhone təcrübəsini yaşamamış, iPhone barədə danışma. Bu təlimlər, sizin məhsullar da elədir də. Bugün, bax, sizdə nə idi yadımdan çıxıb düzü? Biz maşın gəldi.
Necə? Maşın yağları, qəşəng. Maşın yağı, 1000 çeşiddə maşın yağı var, bilmirsən hansı necədir. Və birinin qiyməti 3 manatdır, birinki 15 manatdır, birinki 30 manatdır. Niyə görə fərqlənir onlar? Məntiqlə... Əla. Müəllim, mən sizə bir şey deyim. Mən təlimin başlanğıcında o hissəni demişdim sizə. Əgər həyatınızda gəlib bir etapa və növbəti keçidi axtarırsınızsa, bu bilgi ilə deyil, bu transformasiyadır. Və bunun başqa cür deyiləsi mümkün deyil. Belə qısaca. Və bugün keçən təlimdə olanlar da sizə öz ifadələrini verdi, videolar da oldu və s. Amma yenə deyirəm, mən sizin fasilənizi məhdudlaşdırmaq istəmirəm. Fasiləmi xahiş edirəm, istifadə edin. Orada şirniyyat da var, çay, kofe. Yenə nəsə suallarınız olsa fasilə aralığında da mənə yaxınlaşa bilərsiniz. Жесть! Ненавижу такие моменты. Эй, Уилл, это ты? Конечно, я. Что, не видно? Мы все выглядим одинаково. Я нет. Уилл, мы же Крилли. Мы должны быть одинаковыми. Только не я, Билл. Во всем мире я один такой. Один на криллион. Стой! Куда это ты? Я ухожу! Я хочу быть свободным! Никакой свободы не существует, Уилл! Меньше думай! Больше плодись! Я устал плодиться. Мы плодимся всю жизнь. Иногда мне кажется, что у тебя есть свой разум. Скажи мне, Билл, что там за пределами стаи? Еще стая. А за ней? Опять стая. А за ней? Уилл, нет ничего, кроме стаи. Она бесконечна. У всего есть конец. Видишь? Вот мой конец. Ну и что с того, Уилл? Рассуждая логически, если я поплыву против стаи, то в конце концов достигну конца света. Уилл! Уилл! Что мы вообще ищем с тобой? В этом вся прелесть, мой друг. Я не знаю. Уилл, пожалуйста, вернись. У меня плохое предчувствие. И у меня то же самое, Билл. Но хорошее предчувствие — напрасная трата времени. Нам туда! Ух ты! Как красиво! Так вот, кто мы такие? Обед. Живешь себе, живешь и даже не знаешь правды. Прощай, мир Криля. Вот наш шанс, Билл. Хорошо. Адаптируйся или умри, мой друг. Адаптироваться? Но мы же не знаем, кем мы можем стать. Хорошо. Оставайся поедателем планктона. Но это наша жизнь. Мы травоядные, мы едим водоросли. Да, а все остальные едят нас. Я больше не хочу быть ни в чьем меню. Куда это ты? Вверх по пищевой цепи. Пищевой цепи? Да, найду себе чью-нибудь морду и обгладаю. Собрание хищников? О, нет. А почему меня не позвали? Ребят, ребят. Уилл, не надо. Отвали. Тебе не выжить. Да брось. Уилл, стой! Нам с тобой лучше разойтись. О, но если тебе нужно личное пространство, столько хватит? Нет, я имел в виду расстаться по-настоящему. Но... Почему? Билл, у меня теперь новая жизнь. Я могу измениться, стать меньше, незаметней. Дружище, у тебя все будет хорошо. Прощай, малыш. Уилл, пожалуйста, не бросай меня. О, Билл, прости меня, пожалуйста. Все хорошо, Уилл. Ты был прав. Надо было остаться со стаей. Нет, это ты был прав. Отлично. Я разговариваю сам с собой. Ты не спятил, Уилл. Теперь у меня галлюцинации. Что происходит у меня в голове? Уилл. Умоляю, прекратите. Уилл. Билл? Это правда ты? Во всем мире я только один такой. Ты меня научил. Билл, разве это возможно? Шанс 1 на криллион, Уилл. Тише вы двое! Спать мешаете! Слушайте все! Это Уилл! Малыш Уилли Уильямс!
Он вернулся! Уилл вернулся! Добро пожаловать домой. Но как ты их нашел? Они нашли меня. Я был на последнем издыхании. Каким же я был глупцом, Билл. Уилл, ты легенда. Те дни уже в прошлом, дружище. Я больше не хищник. Нет, это из-за тебя мы все здесь. Правда? Я рассказал им, как устроен мир, что существуют хищники, что надо адаптироваться. Я привел их сюда, под великие льды. Никто нас здесь не найдет. Но, Билл, мы на самом дне пищевой цепи. Без высшего предназначения. У всех нас есть предназначение. Твое это изменить мир. Но что может изменить один жалкий криль? Подожди и узнаешь. Поживем, увидим. Потрясающе! Что это? Без понятия. Ух ты! А зачем это? Может быть, это попытка избавиться от стресса, связанного с ужасом бытия? Да, точно! Что? Я вдруг почувствовал себя счастливым. Özünüz belə sahibkarsınız, böyük vəzifədə hansısa bir şeydə işləyirsiniz, ona görə ki, müəyyən dövrlərdə müəyyən məsələləri dərk edib keçmisiniz. Həmin o keçidlər baş verəndən sonra bu hadisələr olur. Və mənim düşüncəm budur ki, iş dünyasının əsas problemi onda deyil ki, yaxşı işçi yoxdur. İş dünyasının problemi ondadır ki, yaxşı menecer yoxdur. Və ikili baxış var. Yenisini mi yetişdirim, yaxşısını mı gətirim? Hələ yaxşısıyla bağlı suallar hələ çox olacaq, yaxşısını tapmaq məsələsi var. Amma bilənin özü ilə bağlı bir problemlər çıxır. Bilən onu bilir. O bilir ki, yolu belə gedəcək, sağa belə dönəcək, sola belə dönəcək. Ona sən gəlib deyəndə ki, sağa getmə, sola get, deyir ki, xeyr ola. Mən belə öyrənmişəm. Yenisini yetişdirmək də ayrı bir məsələdir. Hələ özün bilirsənmi? Yəni, yetişdirmək üçün bir gərək özün bir bilgisini biləsən. Bu mənada mən belə deyək də, bu barədə çox analiz apardım. Həm dünya praktikasını, həm öz həyatımın praktikasını, həm ümumiyyətlə neçə illərdir bu şirkətlərlə və əməkdaşlarla işləyirəm və nəticədə müəyyən elədim ki, menecmentin keçidi bir ümumi hissəsindən belə darala bir xüsusi hissələrə gedir. Onları bir dərk etmə olmalıdır. Bir misal çəkəcəm. Keçən dəfə biz komandada bu şirkətlərin əməkdaşlarına müzakirə edirdik. Adekvat sözünün müzakirəsini elədik. Adekvat. Nə deməkdir adekvat? O bayaq deyir, demək sözə qoyulan fikir məsələsi. Siz bilirsiniz, 20-dən yuxarı işçi iştirak edirdi də orada da. O adekvat sözünü hətta tapşırmışdım ki, internetdən də gedin götürün də. Yəni, internet də yox deyil. Yəni, Wikipediyada oxuyub tapmayacaqsan. Yəni, o deyil. O dərki keçməyəmin işdə. O, adi insanlarla davranış prosesinin əngəli yaranır. Yəni, oturursan, söz var ya, deyir, adekvat deyildi. Hələ başa düşür o adekvat nədir və ya sən başa düşürsən, nə olmalıdır o? Belə sözü ifadə edirəm. Biz indi bugün biraz o barədə danışacağıq. Mənim bir növ biraz özüm üçün deyək, araşdırmamın bir nəticələri var. Biraz idarə etmədə oxuduqlarımıza, bildiklərimizə biraz oxşar və biraz fərqlilər olacaq və düşünürəm, amma maraqlı olacaq. Onun üçün, Aytan xanım, sizdən bir dənə xahiş buyurun, növbəti slayda keçirdin də. 10x təlimləri menecer kurslarıdır. Bu kurslar, yəni indi bayaq zaten bu barədə danışdım, yəni insanların fenomen göstərə bilmək qabiliyyətlərini gətirə bilər öz karyera inkişafında və ya işə münasibətində, rəhbər üçün o sağ əl ola bilmək qabiliyyətində. Növbətisinə bir dənə zəhmət olmasa. Gəlin menecmentdən danışaq, əla, növbəti. Birinci, mən biraz menecmentə girəcəm burada, bəzi şeylər onun daxilinə gələcəm. Menecmentin iki mərkəzi elementi var, biləsiniz. Yəni, ümumi şəkildə menecmentdən danışırıq, icradan yox. Menecment iki işlə məşğul olur. Qərarı verir, icra edir, başqa işi yoxdur. Bilməm, ifadə edə biləm, yoxsa yox. Yəni, deyəcəyimiz planlayır, nə bilim, neyinir, hamısı bunun içindədir. Və icra edir deyəndə, prosesin icra edilməsindən gedir. Yəni, biz menecer deyəndə inzibati menecerdən nəzərdə tuturuq da, birbaşa şeylərdən yox. Amma bunların nə fərqi var? Niyə görə bizlərdə birində belə alınır, birində belə alınır? Çünki üslubla fərqlənirik. Bizim üslubumuz fərqlidir. Ona görə də birində bir şey alınır, başqasında isə başqa şey alınır. Aytan xanım, sizə bir dənə xahiş. Mən analizimin nəticəsində bu niyə belə çıxıb? Nəysə, indi görsənir ən azı. Menecment üslublarını araşdıranda gördüm ki, beynəlxalqda var demokratik, avtoritar, liberal və s.
Və çox maraqlı ondaydı ki, o sözlər məhdudlaşdırırdı, nəinki icazə verirdi. Misal üçün, insan deyir ki, mən avtoritar idarə edirəm. Avtoritar idarə edirəm sözü, mən buyam deməkdir də, bu. Amma idarə etmə elə bir şeydir ki, burada o deyir, uşaqla uşaq, böyüklə böyük məsələsi. Yəni, hərəsinin öz payını verməyə bacarmasan, işi görə bilməyəcəksən. Yəni, yumuşaq olacaqsan, başı oyun açacaqlar. Çox josko olacaqsan, yanında qalmayacaqlar. Demək, nədirsə bu orta bir şeydir. Nədirsə bu, fərqli bir şeyləri öyrənməkdən keçir. Mən analiz edəndən sonra gördüm ki, idarə etməni əgər üslub üzərindən bölsə, bir keçidləri var. Bunların bu xətlə qoymağı, bunların növbəti hərəsi üst-üstə deyil. Yəni, bir etapın elementi olaraq baxmağınızı istəyirəm. İbtidai sinif qoymuşam, bu nə deməkdir? Ümumiyyətlə bir adi bir işçi səviyyəsindən bir menecment anlamına çıxmaq, o bayaq dedim ki, böyük uşaq olmaq üçün bir şeylər var ki, onu başa düşməlisən. Onu başa düşməmiş, o ən azı bir cavabdehlik götürmək qabiliyyətin olmalıdır. Onu başa düşməmiş, heç kim sənin qaldırası deyil. Da belə ümumi şəkildə götürəm. Onu mən aid eləyirəm daha çox ibtidai sinifə. Amma sonra gəlir bu stilistikalar. Siz fikir versəz, böyük şirkətlərdə, mən bax, bu yaxınlarda çox aktual mövzulardan biri var. Misal üçün, beynəlxalq bank elədi, sən desən, layihə rəhbəri də, gedirsən, qəşək. Sonra digər banklara da keçmişdi. Bugün çox aktualdır. Bu, smart idarə etmə sistemi də, yəni ki, bu, nə deyirlər ondan da, Agile metodu və s. Əslində o metodlar, gəlin keçək balaca şirkətlərə, onlar artıq Agile'dir. İndi aydınlaşdıracaq nədir, necəsəndir? Balaca şirkətin rəhbəri necə qrup şirkəti bilirsiniz? Özümüzün çoxu ya şirkət rəhbərsiz, ya işləyirsiniz. O özü həmən işçi olub, özü həmən o ətin istehsalçısı olub. Turan müəllimin adından desək. O özü öz müştərisindən birinci təmasda idi. Oradakı xüsusiyyət bilirsiniz nədir? Mən sənə cavabdehlik götürürəm ki, bunu eləyəcəm. Bax, o metod əslində, həmən o Agile-dir. Onun adı isə dairə idarə etməsidir. Böyük şirkətlərdə torpaq ünsürü çox olduğundan, böyüdükcə o iyerarxiya ki yaranır, iyerarxiya, o başlayır, mənim işim buracandır, ondan o tərəfə mənlik deyil. O proses harada problem yaranır böyük şirkətlərdə? Ümumiyyət cavabdeh yaranmır. Hamı deyir, mən stolun sağ ayağıyam, sol ayağı mənlik deyil. Böyük şirkətlərdə olanlar varsa bilir. Onların problemi ondadır ki, onlar torpaq elementinin, əslində torpaq elementi olaraq iyerarxiyi intuitiv bilir. Yəni, buracan mənəm, qayda oradan o tərəfə oturur. Amma o da elementi isə bu tipdir. O deyir, yox, mən maraqlı deyil, mən orada səhv elədim, güc elədim. Mən maraqlı odur ki, mən götürdüyüm cavabdehliyi icra elədim, yoxsa yox. Torpaq elementi deyir, yox, mən bunu eləsəm, mənə tutarlar. Bilməm, tutursunuz, yoxsa yox. Və mahiyyətcə o şirkətlər ki, torpaq elementi üstündə qurulur, yəni iyerarxi modeli çox həzm olublar, onlarda problem bunda yaradır. O şirkətlər ki, bu birisi modelə çox olur, misal üçün kiçik şirkətlər. Onlar gəlirlər bir məqama, işçi çoxalır, iyerarxi modelin mahiyyətini başa düşməlidir, başa düşmür. Başa düşmədiyi üçün nə baş verir? Qalğalanma, qalxır, işçi gəlir, gedir, işçi gəlir, gedir. Niyə? Çünki model haracansa çatdırır. İdarə etməni öyrənmək istəyirəmsə, yaxına effektivliyimi, yaxına rezultatlığımı saxlamaq istəyirəmsə, bu ikisini də öyrənməliyəm. Bilməm, mən yenə də ifadə edə bilirəm, yoxsa. Bu ikisi bir növ faktiki iş prosesini nizamlayır. Bunlar little middle management çərçivəsindəki bilgi buracan olanda yetərli olur. Amma şirkətlər böyümək istəyir. Bizim baxırıq ki, üslubumuz da fərqli və mən insanları çox sevirəm və insanlara biraz, Lordi-də desək, qaz verirəm pasaya. Amma durub bir-bir üstünə nəzarət eləyə bilmirəm, kəsə də bilmirəm. Mən necə eləyim? O da üslubdur. İnsanın tipinə görə üslublar da dəyişir. İki mexanizm var bu ilə bağlı. Bunların adlarından biri insan yönümlü liderdir. Bunlar, bu kəslər nətər olur? Bu kəslərin ən bariz nümunəsi mənim üçün Fariz bəllimdir. Yəni, bu kəslər elə bir adamdırlar ki, onlar insanlara o önəmsəməni verə bilirlər. Onlar o periodu verə bilirlər də, belə deyək də. Onlara o nətərdə qüvvəni verə bilirlər. Bu yönüm top menecer idarə etməsidir. Bu little middle management aiddir. Yəni sən gəl aşağı işçi sinifində, yəni bayaq dediyim işçilərlə otur onlara, sən bomba oğlansan, sən gözəl oğlansan, iş getməyəcək. Yaxına rezultatlıq və effektivlik yoxdur. Orada uzağa münasibətdə o kəslərlə eləyirsən ki, hansı ki eləmək istəyir. Belə Lordi-də desək. İkinci model buradaysa ağıllı lider modelidir. Ağıllı lider modelinin fərqi ondadır ki, bu tip rəhbərlər daha çox bilgi və düşüncələrinə görə fərqli. O transformativ də deyirlər lider. Yəni elə bir şey deyə bilir ki, digərinin
düşünmədiyi bir həcmdə onu dəyişə bilir. Mən misal üçün özümü əslində burada daha güclü sayıram. Yəni bilgi cəhətdən çox olum, mən yumşaq adam deyiləm. Yəni çoxun xətrinə də dəyə bilirəm, heç özümdən asılı olmuyor. Amma mahiyyət etibarilə o bilgi var ki, hansına görə ki, mən o bilgini məqamında verə bilirəm də, o insan oradan götürə bilir ki, hə, həqiqətən də bunu eləmək olar. Bu modeldə yenə yaxına işdə yaramır. Yəni ən aşağı işçi sinfi ilə bu model işləməyəcək. Mən çox görmüşəm, böyük şirkətlərdə departament rəhbəri və s. işləyən bir mütəxəssis gəlir kiçik şirkətə və birbaşa işçi heyəti tabe edirlər də, nəsə iş tapşırırlar. Orada o başlayır azdırmağa. Niyə? Çünki bu modeli öyrənib, bu modeli yox. Bilməm, ifadə ediləm yoxsa. Onun üçün insan həyatında, menecmentdə inkişaf bir növ bu etapları və bu məğzi öyrənədikcə keçir. Ən axırıncı etapa mən aqil idarə etmə deyirəm. Çünki bu idarə etmə, bu dəqiqə mənim özüm bunun üstündə daha çox öyrənirəm, belə deyək. Ekosistem idarə etməsidir. Buna mən başqa adını deyirəm, idarə etmədən idarə etməkdir. Ekosistem idarə etməsinin mahiyyəti o ilə fərqlənir ki, sənin qurduğun sistemdə düşmənlərin belə oyunçundur. Yəni bu düşüncə və ona çatmaq üçün sən o bilgilərə yələnməlisən və o bacarığa, o dərk etməni keçməlisən ki, o sistemi elə qura biləsən ki, bir-birinə dəysin. Bir maraqlı film var. Zloy Plaxoy Xaroşik. Baxmısınız yəqin ki. O filmdə vardı o Xaroşik. Xaroşik elə bir 10 addım qabaqcadan görürdü məsələləri. Fikir vermişdiniz yoxsa yox? Yəni gəlir adam silah içində sən demə patron yox imiş. Falan şey sən demə başqa cürmüş. Yəni adam sanki elə bir sistemi idarə edir. Bax, mən belə qiyabi misal çəkirəm əlbəttə ki, amma ekosistemlə söz məncə aydın olur. Ekosistem təbiətin özünün bir sistemidir. Mən ümumiyyətlə idarə etməyə bəlkə də girişdə mənim üçün ən böyük keçid eləmişdi. Torpaq əkin texnikası, hansın ki adı permakulturadır. Permakulturanı araşdırmaqla idarə etmə öyrənmişdim. Yəni hansında ki təbiəti ağıllı dizayn modelidir. Elə qoşmalıydın ki, orada az işləyəsən, az sulayasan, az becərəsən, öz-özünə elə olsun hamısı. Amma bu sistemi qura bilmək qabiliyyəti idi. Və bu ekosistem bacarığı həmən o sinifə aid bir bacarıqdır. Bu rutindir zaten, elə ona görə bir rənkidir. İşçilərdə də, rəhbərlərdə də, menecmentdə də, şirkət rəhbərləri çoxu bu etapdadır. Bəli. Amma bəzi şəxslərin tipinə görə, onlar görürsən ki, məsəl üçün, bayaq mən Fariz müəllimi dedim, əslində mən neçə ilə sahibkar tanıyıram ki, tipləri belədir. Və bu tiplər olduqlarından ilkin hissəyə düşən kimi çətinlik yaşayırlar. Amma o biraz kadr tapanda, o kəsləri tapanda ki, hansı ki, biraz aşağını bilir, belə deyək, onda biraz rahatlaşma keçir. Onun üçün də metamorfoz əslində çox vacibdir. Çünki özünü tanıyandan sonra sən başa düşürsən ki, sən əlində götürüb gəldiyin silah nədir? Nə ilə gəlmirsən bu dünyaya? Avtomatla, raketa ilə, yoxsa nə ilə? Bir dənə zəhmət sizə. Bayaq dediyimiz ki, biz şeydən danışdıq, bu qərar vermə və icra etmə sistemindən. Qərar vermə və icra etmə sisteminin özünün daxilinə girəndə mən araşdırdım ki, heç də idarə etmədə milyon dənə komponent yoxdur. Komponentlər azdır, stilistika fərqlidir. O başa düşüb onlardan o yanındakının başa düşməklə istifadə edə bilərsən. Misal üçün, qərar verməklə bağlı hansı işlər görürük? İclaslar keçirdirik, təkbətək görüşlər olur, data yığırıq və ya analitikasını eləyirik, planlama olur, qaydalar və təlimatlar hazırlanır, koordinasiya olur. İcraya nə aiddir? Tapşırıq vermək, tapşırıq almaq, hesabat. Əksəriyyətiniz yəqin ki, mənə deyəcəksiniz ki, mənim işçim var, dururam onu 3 saat başa sallam ki, neyəcək, gedir, gəlir, başqa şey eləyir. Üsulunu öyrənməlisiniz. Tipini vermirsiniz. Ona görə fərqlidir. Yəni, o tipini və üslubunu başa düşəndən sonra rahatlaşır. Ondan sonra rahat görürsən. Mən bunları niyə sizə yazdım? Sizin gözünüzdə menecment sadələşsin, qəlizləşməsin. Yoxdur qəliz. İçini görəndə və o sadəcə əsas kulüçavoy şeyi başa düşəndə açılır adam üçün. Burada da yenə cəzalandırma var, mükafatlandırma var. Bu da icra prosesinin üslubudur. Sən işçi ilə işi icra eləyəndə çalışsan, hadısa mükafatlandırasan, tez geçsin, cəzalandırmaq lazımdır, eləyəsən, sistem saxlansın və s. Amma bunları nə fərqləndirir? Bunların hamısının daxilində bugünə və uzağa hərəkət var. Yəni, misal üçün, sən iclas keçirdə bilərsən, bugün önümüzdə duran məsələni həll eləməyə. Amma iclas keçirdə bilir, gələcək üçün bir iş görürük, marketing üstündə işləyirik, yeni bir layihə quracağıq, şirkətin gələcəyini planlayacağıq. Üslubu tərkibində yenə dəyişir.
Ümumiyyətlə, mənim bu son belə baxışımda, yəni bu menecment təlimlərində əsas bax bunların üstündən gedəcəyik. Menecment üsullarını öyrədəcəyik, əməliyyat komponentlərin dərindən öyrənmək və onların tətbiqini, kimə necə olmasını, menecmentin 5 prizması var, oradan baxışları görməliyik. Menecmentin bacarıqları bölünür texniki və dərk etmənin vəhdətinə. Var texniki, misal üçün SWOT analiz, bu texnikadır. Otur, nə bilim, nə olub, nətər olub, nə güclüdür, nə zəifdir və s. Əgər, misal üçün orada smart əmr vermək var, nə bilim, digər. Misal, mind map var, eşitmişsiniz yəqin ki. Yəni, mind map'i öyrənməlisən də, bunu bilməlisən ki, sənin işin rahatlasın. Amma o texniki hissədir. O texniki hissə hamısını verə bilmir menecmentdə. Yəni, bilgi var, texnikanı bilirəm, amma harada necə tətbiq edəcəyindən başım çıxmır. Ona görə də orada dərk etmə olmamış, yəni o dərk edilməli məqamlar olmamış, o prosesi keçirtmək olmur. O ilə bağlı da indi bir balaca danışacağıq. Menecmentin ibtidai sinfi, olmazın olmaz 4 vaciblik. Bu 4 element elə bir elementdir ki, indi bu adlarını çəkəcəm sizə. Yəni, minimum adamda bunlar olan kimi ondan qəşəng olmur sənin üçün. Bir, cavabdehliyi götürmək qabiliyyəti, gene burada söz məsələsi var. Siz cavabdehliyi nə cür başa düşürsünüz, mən nə cür deyirəm. Nəzarət qabiliyyəti. Üçüncüsü, inkişaf etmək istəyi ümumiyyətlə olması. Adam var, istəmir. Yəni, pastayla eyni yerdə durub düşünür ki, dünyanı bitirib. Bir də dördüncüsü, digərlərinin qiymətini başa düşməlidir. Yoxsa hamısının üstündən traktorla keçəcək. Bu 4 dərk etmə olanda, bu 4 prizma, onun işçi belə deyildi, formalaşmış olur. Menecmentin sferaları var. Özünə aid, komandaya aid. Yəni, özünlə bağlı nələri dərk edib, nələrdən keçməlisən, komanda ilə bağlı nəyə başa düşüb keçməlisən. Misal üçün, bizdə orada göz texnikası var. Texnikanın mahiyyəti nədir? Mən çox şirkətlərdə, kiçik şirkətlərdən misal çəkəcəm. Gördüm ki, şirkət rəhbərləri prosesin ortasındadır, amma girişlə çıxışa baxmırlar. Yəni, mal gedir, müştəri qayıdır ki, səhv var. Bilirəm, qardaş, bu... Sonra başa düşdüm ki, bunlar o prosesin, o gözün var, 2 dənə bir yarım qövs götürsək, bu, nə deyirlər bu, böyüksük də, bir dənə də yumru da. Bax, həmən o rəhbərlər oturublar ortada. Rəhbərsən də, sənin işin çölə baxmaq. Mən bunu həyatımda praktikasını yaşamışam. Ben Parabankda işləyirdim və şöbə müdürünü vermişlər mənə. Mən də özümdən qabaq da şirkətlərdə işləmişdim. Gördüyüm müdürlər olmuşdu ki, yükün ən ağırın üstünə götürür. Səhər saat hamı 9-da gəlir, 8-dən oradayam, hamı saat 6-da gedir, 9-da gedirəm. İşin ən kulisovay nöqtəsi məndə. Bıraxaram, batar. Üstə bir müddət keçdi, mənə bir departament rəhbəri gətirdilər. Bu bir sistem başladı qurmağa, belə rahat bir şey də yoxdur. Baxdım ki, bunun stolun üstü boşdur, işdə gedir. Bu da belə lapırconkada deyil. Mən də belə bir adamam ki, mən o şeyi tutanda onu deyirəm ki, ay qardaş, sən nətər elədin bunu? Deyir, Zahid, sən işin girişlə çıxışa baxmaqdır. İfadə edirlər. Bilirsiniz nə qədər müddət sonra dərk elədim. yəni, baxırsan, indi genə deyirəm, bunlar hamısı o dərk etmə proseslərin keçdikcə, başa düşdükcə, o qalxdıqca görürsən. Yəni, da axşamadan ortada deyamırsan, sonra deyirsən, orada müştəriyə səhv gedir. Bir bax, çıxışa baxdan, gör nə çıxır. Misal üçün. Bir də müəllim, zəhmət olmasa birini də keçirdəydi. Mən burada bir iclaslar bayaq dedim sizə. Onun daxilindən bir element açdım ki, yəni sizə o iclas sözü bir mənasını başa düşəsiniz. Əslində, bir dənə iclasları düz getməsi üçün, iclasın əhəmiyyətli olması üçün, prosesinin effektiv olması üçün insan bunları dərk eləməlidir. Burada dərk etmək istəyirsiniz, burada texnoloji hissədir. Misal üçün, iclasın formatı var, reglamenti var, sənəd formaları var, iştirakçıları var və s. Bu texnoloji hissədir. Amma adekvat danışa bilməyəndən iclasda nətər danışacaqsınız? Gələsən o qışqırır, bu qışqırır heç nə. Sağ olun getdik, işdə qaldı böyürüzdə. Ya, burada rəhbərin gördüyü var idi bir dənəsi. Ben görüm. Nəysə, iclas futbol oyunu kimi. Maraqlı bir texnikadır. Əslində, Aziz bunu çox yaxşı eləyir. Ondan danışacaq orada. Günahlandırma, qınama. Deyə bilərsiniz ki, insanların bəlkə ən böyük problemi budur. Günahlandırma, qınama. Siz inanırsınız, onu necə qədər tez keçirtmək olar insanda. Və onu keçirdindən sonra insanın digərlərinə münasibəti nə qədər dəyişir. Nə qədər dəyişir. Baxırsan ki, insan 40 yaşı var. Danışır ancaq, nə bilim, 15 yaşında buna filan kəs nə eləyib, 18 yaşında nə bilim, üstə qoymayıblar. Nə bilim, sonra da nə olub və həyat qalıb orada. Çıxa bilmir, köhnə qapını bağlaya bilmir. Niyə? Başa düşmür, ondan nə cür çıxmaq lazımdır. Və o keçidlər olandan sonra sən oturursan iclasda o kəslərlə ki, rahat danışa bilirsən. İstəyirsən oyla danışasan.
Səninlə 2 gündən bir onu bunu günahlandırmır. 2 dəqiqədən bir, nə bilim, şey çıxmasın, öz maraqlarını ortalığa soxmur ancaq. Yəni, görür prosesi. Və onun üçün də mən düşündüm ki, belə bir təlim bizim üçün və Azərbaycanın keçidi üçün çox vacibdir. Və əslində mən bu bilgiləri indiyənəcən işlədiyim şirkətlərdə vermişəm. Yəni, hansı şirkətdə işləmişəmsə, onların heyəti ilə bunları danışmışam. Amma bugün, bu il ümumiyyətlə biraz mən çevriliş elədim, bir öz işimdə də belə deyək. Mən əvvəllər daha çox yönəlirdim şirkətlərlə işləmək üzərinə, yəni təlimlərin məqsədi bir növ qurulmuşdu ki, onun üzərindən şirkətlərlə işləməyə yönəldi. İndi bu dəqiqə o sferadan tamam olmasa da qismən yəni kənarlaşdım. Və düşündüm ki, yox, təlimlər eləmək lazımdır. Qoy insanlar gəlsin, niyə şirkətin hesabına işçi öyrənməlidir? Sonra o öyrənir. Qoy özü də ödəniş eləsin. Bəli, şirkət mənimlə işləyir, ona görə indirmə olsun, amma özü ödəniş ödəsin ki, onu dəyərin bilsin, onu öyrənmək istəsin. O şəxsində dəyişəcək zaten. Biz çox görmüşəm, şirkətlərində öyrədirsən, edirsən, indi bir kəs də öyrəndi, biraz da yaxşı işdən də təklif gəldi, gedə bilər. Niyə şirkət ödəməlidir? Yəni, pasarın oxulu. Ona görə bu dəqiqə daha çox yanaşma bu istiqamətdə yəni, inkişaf edib və bu tərəfə daha çox meyil göstərirəm və düşünürəm ki, artıq bundan biz həm hədəf kütləsi olaraq artıq 23 yaşacan düşə bilirik. Çünki mən 30-dan aşağı ilə işləyə bilmirdim. Yəni belə təlimlər şeyində. Bu artıq 23 yaşacan düşür və bu məhdudlaşdırmır rəhbərləri. Çünki düşünməyin ki, rəhbərlər özləri bu texnikaları bilirlər. Yəni belə deyim. Məncə qutarmalıdır, amma bir dənə, bayaq sizdə biz danışanda bir nüans dedim, orada siz fikir versəz, bəzən sözlər var, adekvat sözdür, bayaq dediyim kimi, orada rəhbərin gördüyünü gör. Amma mən sizə bir şey aydınlaşdırmaq istəyirəm. Siz bəzən gedirsiniz, işçi ilə danışırsınız, siz danışanda özünüz gördüyünüzdən danışırsınız. Yəni, nə bilim, 40 yaşım var, 35 yaşım var, həyat keçmirsən, nələr başına gəlib, oradan danışırsınız, başa o tuneldən görürsünüz. Amma o birisinin tuneli o boyda deyil. Görmür onu siz dediyinizi. Nüans ondadır ki, dərk etmənin problemi ondadır ki, biz bir-birimizə bir şeylər barəsində danışanda digər tərəf deyiləni yox, deyilən barədə fikrini eşidir. Ona görə bunu dərk eləyəndən sonra idarə etmədə biraz dəyişirsən. Çünki başa düşürsən ki, heç də mən deyəndə ki, dərhal elə, o dərhal onun üçün o dərhal deyil, hansı ki, mənim üçün dərhaldır. Yəni, deyirsən ki, demirsən dərhal elə, gedib 3 gündən sonra eləyir. Mənim növbəti slaydlar var. Sokratdan bir misal qoydum. Adlar şeylər haqqında razılaşmadır. Amma hər kəs onları fərqli başa düşə bilər. Yəni, biz bir şeylər, ümumiyyətlə cəmiyyətdə danışmaq üçün biz bir şeyləri razılaşdırmışıq. Misal üçün, nə bilim, mən keçən dəfə ümumiyyətlə vaxt barəsində, zaman barəsində danışırıq. Deyirəm ki, zaman yoxdur. Deyirlər, nə deyirəm, zamanı ölçən cihaz təbiət yaratmayıb. Yəni, orada bir dənə saat qoymuşuq, üstündə də şistirinə nəsə göstərir. Yəni, o fakt deyil, fikirdir. Yəni, kiminsə fikri var ki, zaman belə olmalıdır. Misal üçün, yenə də deyirəm, mən bunu müzakirə çıxartmaq istəmirəm, hər an bu ilə bağlı fərqli fikirlər ola bilər. Amma durub oturub cəmiyyətə baxanda görürsən ki, biz sadəcə bir şeylərdə yol tutmaq üçün nə isə razılaşdırmalıydıq. Biz razı olmalıyıq ki, kiloqram bu qədərdir də. Yəni, mən gəlirəm deyirəm, kiloqram belə verir, o da kiloqram belədirsə, yəni nəsə alınmayacaq. Onun üçün, amma bunun da başqa bir effekti var. Razılaşdıq, amma başa düşdük ümumiyyətlə nədə razılaşdıq. Yəni, məktəbdən kiloqramla üstəgəli öyrədiblər, biz düşünürük ki, bilirik. Amma ondan bərisin bəs. Və sözlərdə nətər razılaşmışıq. O, bayaq mən sizə sevgi sözündən danışdım. Qədim Romada sevgi sözünü 8 dənə söz ifadə eləyirmiş. Formasını bölüşdürüblər, nəyə qarşı nə cür sevgi, nə cür adlanır. Yəni, indi biz amma bir sözdə birləşdiririk. Başa düşə bilirik ümumiyyətlə deyəndə. Biri üçün sevgi ümumiyyətlə kimisə döyməkdir. Yəni, özünün uşaqlıqda papasını döyüb də deyirlər, döyürsə sevir. Yəni, misalçı. Platondan da bir dövlət əsərindən o mağara alleqriyasiyası vardı, oradan bir maraqlı söz var. Deyir, biz dünyanı yalnız öz baxışımızla görürük, amma bu həmişə həqiqəti göstərmir. Yəni, düşünürəm ki, bu menizment barədə sizə bu danışdıqlarım nələrsə dedi. Bu təlimin başlanğıcı barədə bizə elan verəcəyik. Hələ ki, bunu biraz həm də düşünürük ki, bu bir növ sizin işçilərimiz üçündür əsasən və özünüz də əgər istəsəz, bəli, orada bilgilər var ki, sizin də öyrənməyiniz çox vacibdir, ona aiddir. Amma bir dənə nüansımız qalıb təqdimatımızda. Bu il çox maraqlı bir il olub, məhsullarla dolu bir il olub. Yəni, transformasiya təlimi və üstündən bu kimlik, metamorfozun özünün forması dəyişdi və bir məqamda mən düşündüm ki,
o necə ki insan dərk etmə proseslərinə görə bir yeni bir şeylər üstündə düşünməyə başladım və biz transformativ bir biznes oyun modelləri hazırladıq. O modellərdə burada olan kəslərdən bir qismi iştirak edib, amma o barədə Fuad müəllim danışacaq. Can Fuad, bizim qeymimizi sən danış. Biznes oyun barədə bir balaca istəyirəm Fuad müəllim məlumat versin. Bizim bu yaxınlarda əslində Fuad müəllimlə oynadıq ki. Salam uşaqlar, hər birinizi salamlayıram. Deməli, mənim adım Fuad Muxtarovdur. Mən bizniskar, sağlam həyat və IT Pro şirkətlərinin rəhbəriyəm və təsisçiyəm, belə deyim də, təsisçiyəm. Deməli, Zahid müəllimlə biz hardasa bir 2-3 il olar belə tanışıq. Yəni, müəyyən bir layihələr üzərində işləyirik, düzdə eləyirik. Bugün qərara gəldik ki, bu bütün, məsəl üçün, bu qədər bir təlimlər keçirik, müəyyən bir işlər görürük, onu görürük, bunu görürük. Amma bunları möhkəmləndirəcək, ortada bir şey yoxdur. Hansı ki, bilikləri öyrəndik, bəzilərini istifadə edirik, bəzilərini istifadə eləmirik, nəyə istifadə edə bilərik. Bunu nəzərə alaraq biz yeni bir layihənin üzərində hal-hazırda işləmişik. Zaten zəhmət olmasın. Yeni layihəmiz əslində, belə deyək də, bizim həmişə, belə deyəm də, oynadığımız müəyyən bir oyunlardır. Sadəcə olaraq bu oyunları biz artıq çeviririk müəyyən bir digər formata. Və bu format hansı ki, birbaşa, belə deyək də, bizim deməli, sosial şəbəkələrimizdə yayımlanacaqdır. Zəhmət olmuşsa. Bildiyiniz mafiya oyunu var. Yəni, burada adam tanımıram ki, bunu oynamasın. Yəni, çox adam oynayıbdır bunu vaxt ikən. İndi də hətta oynayanlar var, belə deyim. Amma demək, mafiya oyununa... Bəli? Mafiya oyunun bir dənə zəhmət olmuşsa da. Mafiya oyunun üstünlükləri var. Hansı ki, müəyyən bir üstünlüklər verir sizə. Bu, əyləncəli və interaktivdir. Oynayırsınız, müəyyən bir emosiyalar yaşayırsınız, edirsiniz. Sonra komandada işləmək bacarığını formalaşdırır. Əslində, faktiki olaraq siz oynadıqca müəyyən bir ruh, komanda ruhu yaranır ki, öz aranızda və hətta, belə deyim də, dostlaşanlar bir-birinə düşmən olanlar olur oyunun içində. Ünsiyyət bacarığını inkişaf etdirir. Burada deyərsiniz, əslində, demək olar ki, bütün oyun boyu sakit gedir, amma görürsünüz ki, müəyyən heç vaxt danışmayan insan belə başlayır danışmağa, müəyyən fikrini bildirir. Belə. Strateji düşüncəni formalaşdırır. Həqiqətən strateji düşüncə formalaşır. O cəhətdən ki, insanlar başlayır müəyyən bir rollara girməyə. Əslində, rollar barədə burada mən biraz ətraflı demək istəyirəm. Rollar elədir ki, biz bütün həyatımız boyu müəyyən bir rol oynayırıq. İşdə bir rol oynayırıq, evdə bir rol oynayırıq, nə bilim, gedirik, sevgilimizlə görüşürük, bir rol oynayırıq. Digər, məsəl üçün, gedirik, həyvə yanında başqa rol. Yəni, belə rollarımız olur. Nəhmət olmasa. Mafiya oyununun amma müəyyən bir çatışmamazlıqları var. Hansı ki, biz bunu oturduq, təhlil elədik. Bu çatışmamazlığı biz necə aradan qaldıra bilərik? Bu hansı çatışmamazlıqlardır? Təcrübəsiz oyunçular üçün çətin ola bilər. Həqiqətən təcrübəsiz oyunçular gələn kimi oyundan çıxır. Yəni, oynaya da bilmirlər, belə deyək. Qrup daxilində psixoloji gərginliklər yarada bilər. Ola bilər ki, bəzi insanlar həqiqətən gərginlik yaşayır, hisslənir, bir-birindən belə deyək də, savaş və hətta vəziyyətinə gəlir, çıxır. Məsəl üçün, mafiyanın özlüyündə bir maraqlıdır. Komissar, məsəl üçün, var, rolu çox maraqlıdır. Amma digər, sakin rolu bilmirsən, qalırsan ikisinin arasında. Yəni, belə mən hesab edirəm, maraqsız rol kimi. Bir də ki, bu qədər vaxt oynanılır, oyunda bir dənə yenilik yoxdur. Ümumiyyətlə yenilik yoxdur. İndi biz nə təklif edirik? Bu oyunun həm formatını dəyişmək, həm formatını da dəyişməkdə bunu, belə deyək də, yayımlayıb paylaşmaq, hansı ki, insanlar həmin verilişdə iştirak eləyə belə dəyişiklik edə bilsinlər. Zəhmət olmasa. Yeni oyunumuzun adı Çarxdır. Çarx bir həyat çarxı kimidir. Hər dəfə oyuna düşəndə siz fərqli bir rola düşəcəksiniz. Necə biz həyatda doğuluruq, müəyyən bir yol keçirik, müəyyən bir rollar oynayırıq, eyni qaydada çarxın içindədir. Çarxın müəyyən bir üstünlükləri odur ki, mafiya oyunun bütün üstünlüklərini götürür. Hər çarx oyunu tam fərqlidir, manipulyasiya və intriqalar yaradır. Fərqlidir, nədə fərqlidir? Məsəl üçün, deyə bilərsiniz ki, belə baxanda oxşardır, amma oxşar deyil. Hər oyunda fərqli tapşırıqlar var.
tapşırıqlar var, hansı ki verilə bilər və o tapşırıqları yerinə yetirmək funksiyası dəyişir. Bundan əlavə olaraq hər deməli, burada təcrübəsiz oyunçular asanlıqla adaptasiya olur və yeni rollara girə bilər. Yəni nədir? Faktiki olaraq ola bilər ki, adam müəyyən bir adi bir işçidir öz şirkətində, amma oyuna girdikdən sonra orada çünki belə deyim də oyunun qaydalarından biri odur ki, hamı adi qaydada girir və onların içindən birinə rəhbər seçilir. Və adi işçi belə rəhbər ola bilər və özünü rəhbər kimi baxa bilər ki, bunun funksionallığını yerinə yetirə bilir, bilmir. Ümumiyyətlə, rəhbər bu işçilərdən nə əziyyət çəkir və yaxud da əksinə onu görə bilir. Hə, zəhmət olmasa, növbəti. Digər üstünlükləri. Deməli, hər oyunu bitirən şəxs biznesin müxtəlif sahələrində özünü sınayır və psixoloji üstünlüklər əldə edir. Yəni, yenə dediyim kimi, rollara girirsən deyə, müxtəlif rolları oynayırsan deyə, sən heç vaxt eləmədiyin bir şey eləyirsən. Yəni, o, belə deyək də, o yerindən tərpənirsən də, yəni, həmişə statik, belə deyək də, bir işləri görürük. O zonandan deyil, o komfort zonası deyirlər, o komfort zonadan çıxırsan. Çıxırsan, baxırsan, özünü yoxlayırsan ki, burada görə necə ola bilər. Bütün rollar fərqlidir və hər birinin üstünlüyü var. Yəni, rollar, belə deyək də, mafiyada olduğu kimi var, amma digər, belə deyək də, üstünlükləri var, hansı ki, göstərəcək. Zəhmət olmasa sonra. Zahid. Hə. Deməli, mafiyada, yəni səhv eləmirəmsə, sakin də mafiyada komissardır və digər xırda rollar var, hansı ki, var şeydə. Burada çarxda biz deməli, menecer, casus, audit, rəhbər və bunların da içində müəyyən bir, belə deyim də, bunların da içində müəyyən bir rollar var, hansı ki rollar var, onları da vermişik. Onlar müəyyən bir rol oynayır. Kim çarx oyuna qoşula bilər? Ümumiyyətlə, istənilən adam müraciət edə bilər bizə və qoşulub iştirak edə bilər. Təbii ki, bu növbəli şəkildə olacaq. Belə deyək də, təlimləri keçənlər təcrübəsi böyük olduğuna görə asanlıqla iştirak edə bilər, növbəsiz şəkildə iştirak edə bilər. Sadəcə zəhmət olmasa. Deməli, həmin verilişin oyunun deyək ki, aparıcıları Zahid Adıgözəlov, Aytan Muxtarov və mən Fuad Muxtarov olacağıq. Zəhmət olmasa. Çox sağ olun. Təşəkkür ediyorum. Bir dənə də anons verim. Deməli, bu oyunlar başlayır 2025-ci ildən. 2025-ci ildən biz başlayırıq bu oyunlara və onlar hamısı bizim sosial şəbəkələrdə yayımlanacaq. Axşamınız xeyir. Mənim adım Cəlildir. Bu, əslində çıxmağı planlamırdım, amma bu çarx oyunu barədə istədim bir mütləq şəkildə sizlərlə bu fikri bölüşüm. Çünki bölüşməsəm, düşünürəm ki, ən azından orada qazandığım təcrübəyə, Zahid müəllim qalsın qırağa, orada yaranan münasibətlərə xəyanət eləmiş olaram. Bu, Fuad mənim dediyi kimi, biz ilk etapda bunu bir test formada elədik Elmi müəllimin ofisində. Bayaq buradaydı, indi deyəsə gözümə dəymir, getdi. Bunu bir mafiyaya bənzətmək olar, oyun olaraq deyim də, mafiyaya bənzətmək olar. Amma belə düşünün ki, mafiya oyununda bayaq Fuad mənim dediyi kimi bir yenilik yox, digər şeylər yox. O dərəcədə real keyslər üzərində o qədər işlənmələr gedir ki, mən oyuna başlamamışdan əvvəl biz gözlürdük ki, komanda yığılsın. Bayaq Hüseyin bəy çıxış elədi burada. Hüseyin bəy mənə dedi ki, elə bir oyundur ki, wow deyəcəksin. Yəni, o qədər təriflədilər və məndən əvvəl də oynayan bir neçə dostlar var idi, o qədər təriflədilər. Dedim, yəni bu adi bir oyun. Dedilər ki, bu mafiyaya oxşayır. Dedim, yəni bu mafiyaya oxşayan bir şey, yəni bu dərəcədə təriflənəsi bir şeydir. Yəni bir dənə onun situasiyanı deyim ki, oyun bitəndən sabahsı gün sonra mən dostlarıma artıq onu deyirdim. Yəni oyun elə bir şeydir. Mən dostlarıma deyirdim, belə bir oyun var və bu wow-dur. Və indi də burada onun təqdimatını görəndə istədim ki, artıq bunu çıxış eləyim. Düşünün ki, biraz spoiler verə bilərəm də. Məsələn, real bir case verilir. Bizim keçən dəfəki mövzumuz o idi ki, bir batmaqda olan bir mebel şirkəti idi və biz onu qurtarmalıyıq. Mafiyadan fərqli olaraq burada həm biznes
analizi daha güclü inkişaf eləyir hər kəsdə. Problemdən necə qurtulmaq olar, batmaq üzrə olan bir şirkəti necə qurtarmaq olar və bir şey də var ki, bizim oyunun daxilində necə ki, mafiya oyununda bilmirik mafiyalar var və burada da şirkətin daxilində rəqib şirkətlərin bizim içimizə saldığı agentlər var. Doğru deyirəm, harada səhv desən? Və casus, mən biraz agent deyirəm. Yəni, və düşünün, o dərəcədə orada olan insanlar bunu real qəbul elədi ki, və hətta mən orada İlkin bəylə tanış oldum, PM Akademiyanın təsisçisi İlkin Adıgözəlov. İlk dəfə idi orada tanış olurduq və bir həftədən sonra mən orada elə idi ki, həmin oyun ərəfəsində mən bir menecer vəzifəsi təsadüfən düşmüşdü, Adam o dərəcədə buna bağlanmış ki, zaten mən sizə dedim deyəsə, bir həftədən sonra bir tədbirdə rastlaşdıq. Dedi ki, Cəlil bəy, sizin bir marka var idi, mebel zavodu batırdı. Necə oldu onun aqibəti? Həqiqətən İlkin Adıgözəlov PM Akademiya, yəni yığıb soruşa da sözün əsl mənasında. Dedi, sizin bir şirkət var idi, batırdı. O mebel zavodu neçə milyon ziyan edir. Nə oldu onun axırı sizə Allah? Qutara bildiniz? Mən də fikir alıb nədir? Yəni sözümüz dedim o bir oyun idi. Yəni adam o dərəcədə oyunun daxilinə qoşulub ki, həqiqətən də biz orada artıq onu oyun kimi yox, real case kimi görürük. Bayaq burada oturan Qalib müəllim gəlmişdi bura. Dəyərli ağsaqqal iş adamlarından biridir. O, məsələn, orada casus rolundaydı. Xatirinizədirsə. Elə gözəl tiyolar verdi ki, halbuki şirkəti batmağa doğru apar. Çox möhtəşəm bir şeydir. Mən bunu təkidlə, indi digər təlimlərdə mən təəssüf ki, olmamışam. İnşallah ki, artıq olacaq. Amma bu çarx oyunu barədə ətraflı məlumatım var deyə və şiddətlə o bir söz var, indi hər kəsin inancına hörmətimiz var, amma dində də belə bir söz var, deyir, özünə rəva bilmədiyimi başqasına rəva bilmə. Mən nəyin ki özümə, bütün ətrafımıza, dostlarımıza, sevdiklərimizə, canciyərimizə, burada başda siz olmaqla, hər birinizə şiddətlə bu çarxı tövsiyə edirəm. Vaxtınızı aldım, sağ olun. Verin. Əslində niyə görə Fuad müəllimlə bunu danışdıq? Çünki biz, mən bu oyunu, bu il yaranıb bu oyun, bunu bir 4 dəfə, 5 dəfə sınaq kimi keçirdik ki, formasını tutaq da, indi şey çıxmasın, hər şey bir çıxan kimi olmur da, görsən. Qəliz idi birinci, sadələşdirdik, yolunu tapdıq. Oyunun effekti ondadır ki, insan özünü kənardan görməyə başlayır. Yəni, prosesdən çıxırsan, özünü görür bilirsən və digərlər səni göstərə bilir. Və Fuad müəllimlə bizim bu yaxınlarda bir razılaşmamız oldu ki, bu oyunu biz efirə çıxardaq. Yəni, Живой reality time kimi də, yəni insanların sifətləri orada çıxsın, nətər deyərlər. Maraqlı olacaq düşünürəm. Fuad müəllim də sağ olsun. Mən bunu ilə indi sizə bir dənə video çarx olacaq. Buna da baxarsınız, çox qısa müddətlidir. Və bunu ilə də bizim bugünkü təqdimatımız bitir. Nə sözüm var? De. Bitirdim. Allah səndən razı olsun. Şirkətin adına. Həm maddi, həm mənəvi inkişafına görə. Əsas sənin şəklin buradadır. Belə tut. Orada da reklam olsun. Yəni, belə eləyək. Bayaq Elmir müəllim deyirdi, orada görmürlər. Kim görmür orada? Çox sağ olun. Nəysə, bir dənə biz videomuza
Çox sağ olun, bugün bizdən oldunuz. Səmira xanım nəsə dedi, axırda mən bir söz demək istəyirəm. Bütün dostları salamlayıram. Zahidə bir mənəvi borcum da var. Ona görə istədim ki, sonda getməmiş hər birinizə bir söz deyim. İstər bu anlaşılığlıq səviyyənizdə və düşüncə tərzinizdə özünüzün və biznesinizin gələcəyi yer zaten bura qədərdir. Əgər özünüzü, qazancınızı, işinizi inkişaf etdirmək istəyirsinizsə, mütləq düşüncə tərziniz dəyişməlidir. Biz bunu biznesdə ataklar eləyirik, müəyyən iş prosesində dəyişikliklər eləyirik, baxırıq ki, nə qazancımızda, nə də özümüzdə o fərqi görmürük. Ona görə də transformasiyanın təsiri çox böyükdür. Hamıya tövsiyə edirəm ki, transformasiyaya qatılın. Həm iş həyatınızda, həm şəxsi həyatınızda, həm də cibinizdə bunu hiss eləyəcəksiniz. Hamınızı salamlayıram. Mən Məmmədov İlyas, Temhopul şirkətinin təsisçisi və direktoru. Şirkətimiz adından Zahid müəllim, öncəliklə sizə təşəkkür edirik. Bir dənə də sizin üçün qəşəng belə şirkətimizin hədiyyəsi. Bu da bizim Xəyal müəllim, yaxşı təşəkkür edirəm. Təşəkkür edirəm. Öncəliklə Xəyal müəllim, şəkili çəkərsən, mən fikirlərimi deyim. Öncəliklə hamınıza təşəkkür edirəm. Zahid müəllim, gec gəlməyimizə baxmayaraq bizim şirkətimizə çox böyük əmək sərf eləmişsiniz. Mən tövsiyə eləyərdim ki, bu transformasiyadır, metamorfozdur. Bu təlimlərə hamımız qatılaq. Mən qatılmışam, amma bir də qatılacam. İnşallah. Sağ ol. Təşəkkür edirəm hamınıza. Çox sağ olun. Vüqar müəllim də burada olmaq istədik. Vüqar müəllimi yəqin ki, çox adam tanıyır ki, spor şirkətinin rəhbəri, təsisçi və direktorudur. Həm özü, həm Zəhrə xanım bəzi səbəblərə görə burada iştirak edə bilməyirlər. Mən xahiş edirlər ki, onların da hədiyyələrini Zahid müəllimə çatdırım. Təşəkkür edirəm.